Bismillahirrahmanirrahim. La havle və la quvvətə illa billah. Başlayıram. İnşallah ki, xeyirli olsun. Bu günləri bir əziz dostum Azərbaycan Cümhuriyyətindən lütf edib mənə bir kitabdan, əlyazma kitabdan 2 səhifə göndəribdi. Bunlar türkcə olduğu və nə dildə yazıldığı haqqında məndən soru soruşublar. Çox sağ olsunlar. Bu kitabın 2 səhifəsidir bu. Bir 211-ci səhifəsidir. Bir də 348-ci səhifəsidir. Eyni əl yazımı ilə yazılıbdır. Çox şeydir. Amma Səfəvi dövrünə bənzir, ya hətta Səfəvi dövründən sonra bənzir o dövrənin yazısıdır. Həm Azərbaycanca görünür, həm də Osmanlıca görünür. Yəni dildə kəlmələr hər ikisi də işlənibdir. O da mənə bunu deyir ki, o dövrdə çox da Osmanlı, Azərbaycan deyə bir şey yoxdur, qavram yoxdur. Dillər, dil bir dildir. Siyasət olaraq siyasi hakimlər fərqlidir. Bu günləri bəlkə tarix 500 il keçdiyinə görə biraz dillər Güney Azərbaycanda fars dili ətkisini almış və Quzey Azərbaycan Cümhuriyyətində də türkcəmiz Rusca təsirini almış. Türkiyədə də təəssüflə bir zamanlar Almanca, sonra Fransızca və indi də İngiliscə dilləri altında qalmış. Çox ciddi təsir almışlar. Onun üçün biraz bu şeylər oradan gəlir. Yəni fərqlilər məncə oradan gəlir. Yoxsa Türkiyə Cümhuriyyət türk dili, Azərbaycan Cümhuriyyəti türk dili ya İrandakı türklər dilə türk dili yoxdur. Məncə bunların üçünün də dili aynıdır. O qədər də fərq göstərmir. Bu kitab belə gəlir ki, İmam Hüseynin macəraları haqqındadır. Mən buranı biraz oxudum. Biraz xəttinə gözüm adət eləməyibdi, amma məsələn burada farsca yazıbdı. Yəni bu kitab yazan bir nəssaxdır mənə gələn. Farsça yazıb cəng numudən Cənab-ı Həzrət Abbas əleyhissalam ba Marid məl'un. İndi Marid kimdir? Onu mən bilmirəm. Məsələn burada savaşı görürük. Zahirən bu Həzrət Əbəlfəzin əksidir. Bu Mariddir, hər kəsdir. Bunun da üzündə bir yazı var. Yüklərdir, nədir? Belə bir şey yazılıbdır. Görsənir. Və bu iki tərəfində qoşunları bunun arxasında biz belə bir kitab oxumuşuq əslində. Bu dediyim bu farscanı bir nəssax yazıbdı. Bəlli eləyək ki, bu ayrıdır. Bir də o da səhifənin nömrəsini yazıbdı. Nəzər saldı cərətlü gərdaşinə, verib ibtida izin göz yaşinə. Rikab üstə qalxıb be sauti Əli xitab etdi. Yadigar Əli bu bidinə əmir ləb teşnigan, əmiri ləbi teşnigan, əman vermə ör nizə, əman vermə ör nizə canistan, yetən saat itabi hökmi imam, verib bazu bazuya dövri tamam edib necəsin üç çərxə fəraz hücum eyləyən, dəmdə çün şahbaz, senin و بنینی جدا جد اتردی قدر qaldı heyran qəza tərdi. Belə bir şeydir. Qəza tərdi olacaqdır. Bu atərdi, bu da təzdi ya tərdi beləsi. Bülənd etdi Allahu Əkbər səsi, o səslə həm avaz olub neyzəsi, işarət edən dəmdən uçi sinan, qılıb marudun həlqi nəhsin nişan, keçib geçib bərqilami rəmhitiz gəlməyənti rəmhitiz belə bir şeydir. Geçib bərqilami gəlməyən rəmhitiz, rəmh nədir bilmirəm, axtarmaq lazımdır. Fəqət bunu istədim deyəm ki, şükür olsun dostlarımız da bu şeyə diqqət edirlər. Umaram ki, beləsi kitablar çoxalsın. Oxumağına bunu sonra oxuyarıq. 3-cü səhifəsindən, yəni
348-ci səhifədə baxsaq, burada da orta, kitab 2 bölümdən ibarətdir. Bir orta bölümdür ki, burada bir nəqqaşı çəkilibdir. O halətdə dürdanəlü kəşf. Mən beləsi oxudum, ola bilər də başqa cür oxunsun, amma kitabın əvvəli olsa, adam biraz oxusa bunu, bax, o halətdə dürdanəlü kəşf, baxıb həsrət ilə imamət tərəf, dedi, eylə birdüm nəzər ya Hüseyn. Dedi, eylə birdəm nəzər ya Hüseyn, ələmdarun eylər hünər ya Hüseyn. Aşağısında yazır, baxıb şətmə ey imami mübin. Buyur maşallah səd afərin, gələn dəmdə Abbasidən bu nida, təmaşaya durdi İmam-ı Huda. Burası bu nəqqaşının dövründə olan kitabın əsl yeridir. Qırağında olan ehtimalən fərqli bir şey olacaq. Zahirən də tamamən şeiridir. Yəni buradan mən beləsi görürəm. Bu bölümə bir baxım, görüm ki, bu səhifədə nə vardı? Görək, bu əvvəl kitabın orta o zərb dəst şəqi bükdü aləmin kəmərin. O zərb dəst şəqi bükdü aləmin kəmərin, şikəst qıldı tamam ustuxan fərq sərin, əmud məzhəb u millət sınıb xarab oldu. Əmud məzhəb u millət sınıb xarab oldu. Əmamə vəliyullah qan ilə doldu. Əmmamə səman. Əmamə vəliyullah qan ilə doldu. Əbulhunuq sitəmkar getdi dinindən. Ox ilə urdi. İmam mübin zeybindən. Yox, burada zeybin oxunmayacaqdır. Həbibindən ehtimalən. O da deyil. Həbnindən. Cəbinindən. Alnından. Ox ilə urdi. İmam-ı mübin cəbinindən olub müxrib ərkani, müxərrib haman ya müxrəb, yəni dağılıbdır, xarab oldu. Olub müxrəb ərkani mülk dini mübin, şəqi aləm imkanı nəmirün oğli həsin. Şəqi aləm imkan nəmirün oğli həsin. Atıb xətənc cəfa çilli kəmanından, nişanə qıldı o möcüz bəyan dəhanindən. Görürsünüz ki, burada kitabın bura qırağıdır, yəni ortası əsli kitab buradır. Qırağında da hər imami salulə bu halə, hər imami salulə bu halə, atası olə şah-ı mərdan tək, halinə ağlayırdı qan səhra, ölürdü fəqan şəhi dosəra. Ölürəm gəlmədi anam Zəhra, məni bir bağrına basacan tək. Məni bir bağrına basacan tək. Görürük ki, burada da o dövrün, yəni demək olar ki, məqtəldir bu. Amma bu kitabı təşxis vermək üçün bunun əvvəli lazımdır. Bir də axiri lazımdır. Ən azından əvvəldən bir 4-5 səfə, axirdən də bir 2-3 səfə ən azından lazımdır ki, bu kitabı görək ki, qonusu nədir, yazanı kimdir, hangi tarixdə yazılıbdır, çağı hangi çağdır, nəssax nüsxədir, yoxsa əslidir. Bunu mən bu şeydən görürəm ki, çox gözəl bir əl yazmadır. Kitabın üstündə görürük, məsələn, bura bir zərrə bir şey, su tökülübdür, ehtimalən çox bir az. Bura, məsələn, ola bilər ki, rəng dağılıbdır adcızan. Bunları görürük, amma
bəlli deyil ki, bu, yəni mənə belə gəlir ki, bu əsl yazı deyil, bu nüsxədir. Nəinki fotokopi yox, kopi deyil. Nüsxədir, yəni qədim bir əl yazma olurdu. Məsələn, mən yazırdım, çoxlu qələti olurdu, filanı olurdu. Bir də bunun üzündən bir ayrı adam oturdu, xoşxətt olan adam onu yazırdı. Bu ona bənzir ki, o indi əvvəla bu birinci nüsxədir, ikinci, yüzüncü, minimci onları lazımdır ki, bilinsin. Bəli, Mərsiyə kitabı olduğu, yəni məqtəl kitabı olduğu, Mərsiyə kitabı olduğu bəllidir. Hər halda bu qədər bundan yetər bu iki səfədən. Umarım ki, dostumuz eləyə bilər bu kitabın digər səfələrini də göndərə eləyə bilək ki, onlardan təşxis verək burada nə keçir. Gedək bugünkü kitablarımız, görək dədələrimiz bizə hansı kitabları yadigar qoyublar, biz onları öyrənməklə eləyə bilərik. Dünən 4 dənə kitaba baxdıq. Bir Oqyanusul Bəsit adında ki, bu bir dənə lüğətdir. O lüğətnamədir. 3 cildi də ən azından İstanbulda çap olubdur. Sultan Həmid əvvəlin dövründə ehtimalən çap olubdur. Hədiyyətüs Salikin irfan haqqında Cəlvətiyyə təriqinin inancıları və düşüncəkləri o haqdadır. Vərəqə və Gülşah nağılı çox gözəl bir nağıldır, amma kitab nə deyirlər, yaxçı səfələr bir-birinin dibinə qoyulmayıbdır, tərsə qoyulubdur. Onun üçün bu kitabı oxuya bilmədik, çünki əvvəli ilə axırı bəlli deyil. Hər halda ikinci cildidir bu. Və ondan sonra Əqd-i Nikah belə yazılır. Bu kitab Əqd-i Nikah yazılıb, amma əslində tamam bu kitabın əsl adı gərək beləsi yazıla. Satınan Sukuk ya da Suluk adı ilə, yəni parantez içində yazsaq gərək yazaq ki, cürbəcür yazı şəkli beləsi yazsaq daha yaxşıdır. Çünki bu əslində bu kəlmə bu kitabda beynəlmiləl səviyyədə yazmaqların formatın, içəri dövlət içində yazmaqların formatın, bir-birinə aşiq, məşuq, dədənənə, bala-bala, dədənəniyə namə yazmaqlar, məktublar idarələrdə yazılan, tamam idarələrdə, hər idarədə, məsələn, deyək ki, dadgahlarda, əsnad-ı əmlaşda, vəqfidə, hər yerdə ki yazılır, bunların haqqında bir qəlavuz qoyubdur. O qəlavuz, yəni bir nümunələr qoyub deyibdir, belə yazılacaqdır. Kitab 1006-cı ildə yazılıb, çünki bir çox mətləbin nümunələr qoyub orada, onların altında tarixi o cürsə vurubdur. Oradan bilirik ki, kitab o tarixdə yazıbdır. Gedək görək bu günləri iki kitab açaq ən azından, görək ki, bu iki kitab niyə açılmır? Tamam. İki kitab açaq, görək ki, bunlar bu günləri bizə hangisini oxuya bilirik? Tamam. İki kitab başlıq. Əvvəl bu elmi Hənifədən. Hənifədən nə deməkdir? Bunu bir kitabı əvvəl görək, kitabxanada nə cür saxlanır? Bunun bir əksinə baxaq. Deyir ki, bu kitabın Hənifədən 150 səhifədir. Tarix qoya bilməyibdir. Kitabın cildinə baxırıq, cildi dağılıbdır. O qismət ki, görürük iplə, yoğun iplə, qıyıqla əslində. Qıyıqla kitabı tikiblər. Bu bizə bunu deyir ki, bu kitab çox dağılıbdır. Bunun görmüş üstü, çox da gözəl nəqqaşisi varmış üstündə, Osman dövründə olan nəqqaşilərdən varmış. Amma o qədər köhnəlib, o qədər cırılıbdır ki, o Şirazə kamilən dağılıbdır, kitabı qıyıqla tikiblər, nəqqaşı aradan gedibdir, gön aradan gedibdir. O birisi səhviyyə gəlirik, kitabın içinə baxırıq, görürük ki, kitab yenə burada çox su gəlibdir bu kitabın hər yerinə.
və biz bunu görürük ki, qabaqcan bu kitabı neçə dəfə, ən azından bir dəfə kitaba cild tutmuşmuşlar, sirişomla yapışdırmışmışlar kitabı. Burada onu görürük. Kitabın elə birinci səhifəsində Bismillahirrahmanirrahim, aşağısında da möhrü görürük. Əlbəttə cildin üstündə də sahibi və maliki bu kitab, yəni Molla Məhəmməd Əfəndi 321, 1321 olacaqdı. Aşağıda da Vaqifdir. Özü də adam Vaqif imiş, onu yazıbdı. Ehtimalən 1321 bu kitabı ən son alan adam ola bilər. İkinci səhifədə yenə Bismillahirrahmanirrahim əlyazını görürük. Çox bir calib əlyazmadır. Yəni mütəxəssis nəssahlar yazmayıbdı. Bunu məsələn mənim kimi bir nəfər ki, əlaqəsi var imiş, məndən də əlaqəsi əlbəttə çox imiş. Bir ayrı kitabı götürüb qoyub qabağına, ya da ki, əslən bunu ya özü yazıbdı, indi bilmirik bu kitab. Mənə gəlir ki, bu kitab əslidir. Amma kitaba çox su gəlib. Yəni özəlliklə aşağıdan, ortadan, başdan kitabın içinə su gəlibdi. Qırıqlarında su əsəri görsənmir. Çox bu 2 dəfə bu kitab su çəkibdi. Kitabın xətti çox sadə bir xətt ilə yazılıbdı. Sətirlərin adam fikrini tökür. Mənə gəlir ki, bu kitab birinci dəfə yazılan kitabdır. Yəni öncədən yazılmayıb bu kitab. Ki məsələn mən onun üstündən baxam yazam. Bu əsl yazıya bənzir. Onun üstündə qələmin fərqi, xəttlərə diqqət eləyənmir, düz xəttdə yaza bilmir. Kəlmələr bir-birinə çox sətirlər bir-birinə çox yaxındır. Kəlmələr bir-birinin içinə giribdir. Bəzən aşağı, bəzən üst olur. Düzdür, sətirlərin əvvəli birdir, amma sonlarında dalğa var. Kitabın dövrəsində heç bir deyim çərçivə çəkməyibdir, heç bir qırmızıdan ya üstünə xətt çəkin bu cür bir şeylərdən xəbər yoxdur. Bəzi yerdə məsələn özəlliklə bu aşağıda bilmirəm ki, məsələn bu səfənin rəngi o birisinə dəyibdi ya o buna dəyibdi, amma məsələn burada yazıbdı güdə və orada düzdür. Burada yazıb ki, oradakıdır. Bu da biləm təhti nədir? La ilahə illallah Muhammed Rasulullah səfənin qap aşağısında yazıbdır. Burada da kitabın özünə gəlir. Yəni burada nə yazıb müqəddəmə, oradan sonra burada indi kitabın özünün qonusuna keçəcəkdir. Kitab 75 səhifə PDF-də görsənir. Biz də burada görürük ki, hər səhifədə, PDF-in hər səhifəsində 2 dənə səhifə var. Bu şeylərdən baş tapa bilmədim. Burada səfənin aşağısında görsənir. Elə bir məsələn burada bir şey düşüb bunun üstünə. Bu ortada olanda deyirdik ki, ip qırılıb çıxıbdı. İpin əksidir, amma bu qırıqda olanda ki, indi də görürük, bilmirəm bunlar nə demək olar. Bu kitabın üstündə də bir ayrı adam bir ayrı qələminə bir şey yazmağa çalışıbdı. Onu da görürük. Su keçdiyi yerlərdə rəh biraz qatışıbdı. Təəssüflə. İndi bu səhifədən sonra görürük bəzi kəlmələrin ya cümlələri də görməlidir. Yəni soralar görməlidir. Bəzi yerdə su o qət gəlibdi, təəssüflə rəng o qət qatışıbdı ki, oxunmur əsla və əbəda. Bəzi yerdə kitabın yazısı oxunmur. Bu mənə gəlir dediyim kimi bu birinci yazıdır. Əlbəttə ola bilər də ki, məsələn bir nəfər çox sevibdir bir kitabı, götürüb onun üzündən yazıb özünə. Calibdir ki, burada görürük kitabı tərsə yazıbdır. Yəni bu səfəni yazıbdır. O birisi səfəni nədən isə tərsədir. Yəni gələk istəyək onu oxuyaq, səfəni çevirək. Mən bir dənə də vurum görüm, ondan sonra düzəldibdir. Yəni adam mənim də başıma bu oyun gəlibdir. Yəni birdən məsələn götürmüşəm yazam, görmüşəm səfəni tərsə tutmuşam, yazmışam. O da olur. Bir səfədir, ondan sonra düzəldibdir. Mən deyirdim bəlkə çox səfədə yaza bilər. Təəssüflə dedim kitaba çox irad gəlibdir. Burada məsələn ehtimal verirəm burada bir şey yeməxzat tökülübdür üstünə. Kitabı da biraz yazıları da zərər vurubdur. Məsələn nə cür deyim, zəfəran çayı zadı ola bilər. Mən də zəfəran çayı içirəm bəzən. O cür bir şey ola bilər. Çox dediyim kimi bu xətt əlbəttə getdikcə xətti də yaxşılaşır. Ya ayrı adam yazır, məsələn bu xətt ilə əvvəldəki xəttlərin yazının
fərqi çoxdur. Getdikcə qələm yaxçılaşır, yəni qələmi yaxşı tuta bilir, qələm qabaqcan çox yoğundur, ha belə o kəsəndə ki, gərək tilişkəsi qalmaya, orada nəzərimə gəlir tilişkəlidir, burada tilişkəsi yoxdur, orada çox qalindir qələmin ucu, burada biraz naziklədibdir. Bəlkə o nazikliyi də bunun gözəl yazılmasında şey olar. Yenə məsələn burada biraz qatışdı. Burada da xətt modeli dəyişdi. Yəni adam hər gün ki yazı yazır, fərqli yazır. Yəni o ruhiyyəsini burada göstərir. Təəssüflə bu səhifəyə gələndə görürük ki, ehtimalən yazı yarımçılıq qalıbdı. Aşağıda da bir nəxşələr zətlər. Yəni bir şeylər istirmişlər, yazırlar ya xətt dörgəşələr yazıblar bu ağ yerdə bizlərdə və kitab qutardı. Kitabın sonunda eyni əvvəlinə tay görürük ki, su keçibdi, cildi çox da şey görübdü. Gələk əvvəl kitabın əvvəl səhifəsindən başlayaq. Dedik ki, Sahib və Malik Molla Məhəmməd Əfəndi 321 yazıblar, amma bu 1321-dir, yoxsa 321-dir. Əgər 1321 olsa 126 il bundan qabağa aid Malik o zamandır. Əl yazı mənə deyir ki, bu çox qədim olmalıdır, amma bunu bilmək üçün biraz oxumalıyıq, görək ki, buradan bir şey baş tapırıq, yox. Bir dənə bir şey ki, diqqətimi ona dağıtdı, vermədim. Budur ki, bu kitab bir çox yerdə, özəlliklə əvvəllərdə kəlmələrin, hər kəlmənin içindəki hərflərin səsini qoyubdur. Amma ondan sonra ki, gedirik axirə tərəf, bəzi kəlmələrə səs qoyubdur, qalanlarına səs qoymayıbdır. Bunun üçün qeydək əvvəldən bir də baxaq. Məsələn, burada Bismillahirrahmanirrahim Hənifdən ən əleykü olu səqər yüzünə turdi. Hənifdən Eynün oğlu olacaq. Səqər yüzünə ağ turi göyə ağır Məhəmməd xanqı etdirdi. Ana yüzünə baqan kişi qalır. Sana cün erişdi. Sənə çün erişdi. Ömrə hər 5 yaşına düşdürdü. Ya düşürdü, belə də ola bilər. Əlbəttə, hələ feylən bu xətti baş tapa bilmirəm. Çünki vaqəən, məsələn, bilinmir bu saddır, hedir, nədir. Ona görə bunları biraz oxumalıyıq ki, yavaş-yavaş gözümüz bu xəttə, bu yazıya adət eləsin. Ha belə beynimiz də adət eləsin, görək bunu oxuya biləcəyik ya yox. Hələ feylən qələtdən, qulatdan salaq qabağımıza oxuyaq, görək ki, nə olur. Yüzünə baxan kişi qalır, sana çün erişdi, ömrəhə 5 yaşına düşürdü, daim axirət işinə 7 yaşına gercək, ol imam işin gücü oldu. O imam işi gücü oldu, sələvat-ı siyam. Tamam, yavaş-yavaş bunun ləhcəsinə adət eləməyə gedirik. Hənifədən danışır. Görək, bəs bu da 5 yaşına düşürdü, daim axirət işinə düşünürdü ehtimalən. 5 yaşına düşünürdü. Ömrü həm 5 yaşına düşürdü, daim axirət işinə. 7 yaşına girəcək, ol imam işi gücü oldu. O imam işi gücü oldu, salavat-ı siyam 9'undan geçdi, erişdi 10'una. G'əznayı təmahi düşdü. Qəzanın təmahi düşdü canına. Qəza savaşmaq. Qəzanın təmahi tamah. Təmahi düşdü canına. Əla üstümüz qəza eylədi. Əla
üstümüz qəza eylədi. Çünki bir gün dedi bəndi əla xizatmə geri ol vəli belə çıxdı. Ol qəzaya getməyə atasıyla belə cəng etməyə Əli oldam oqdi qaçdı həm ani dedi haqqı salasın beləsindən dədən dönül və desen ey oğul sana şimdiki cəng etmək layık degül sen tifli sana burada bir Müstəfa yazıbdı. Müstəfadən gərək bu birisi səhifədə Müstəfa olsun, yoxdur. O burada bir səhifə düşübdür. Ya da ki, deyək buranın əvvəli yazılır. Yox, o cür deyil. Burada Müstəfa o birisi səhifədə gəlməlidir, düşübdür. Sana bən vəlayiq Rüstəmin cənginə sənin qanun aqdi. Sən tiflisən, bən velayət Rüstəmin cənginə, Rüstəmin olur elə bir. Rüstəmin cənginə sənin qanun aqdi. Carəkə yoxdur. Çarən yoxdur. Bu ehtimalən burada Mustəfanın ki gəldi. Bu Mustəfadən Həzrəti Peyğəmbərin ismidir. Buradan sonra bir səhifə düşübdür. Belə nəzərə gəlir. Çünki buradan sonra Rüstəmə getdi. Bən vilayət Rüstəmin cənginə sən qanun aqdi. Çarən yoxdur. Bu çox əcib bir yazıdır. Oxuması bunu bəlkə biraz göz az eləməsi çəkəcəkdir. Adət eləməsi. Yerin bu əlanın haqqından, yəni bir səhifə oxumadım əslində. Gedim görüm bir ayrı səhifədə biraz oxuya bilirəm. Yürək ya yürk bu əlanın haqqından gələ. Burada da yerdə yazıbdır. Burada görürük ki, bu kəlmə burada başlayıbdır. Dediyim kimi, məsələn, burada Mustafa yazıb, bu kəlmə burada yoxdur. Bunun arxası bu olacaqdır ki, düzdür. Yəni, məsələn, bunu beləsi oxusaq buradan, axirdən desək ki, sağaldı, yağlığın yüzünə tuladı, ağladı, tabut edük, ya ben neydəyim, bu ar ilə ben tövbə gedəyim. Əskərinə dedi, dur. Bura indi hər halda devam edir. Dur, hak, yürək ya yürk bu əlanın haqqından gələ. Görək kafir əskəri sözün tölü. Bunları doğrusunu desəm mən bu xətti oxuya bilmirəm. Tandilər bir uğradan ana hamd etdilər. Yürdi üstəcə həmmə gecə oxuya bilmirəm. Bu xətti oxuya bilmirəm. Gedim o kitabın bir yerində. Fəqət burada deyək ki, yerdə, bu da yerdə. Bunları baxaq. Yağlığın ehtimalən yüzünə dötmüşdü. Yağlıq xanımlarda yaşmaqdır, belə verirlər. Fikrim ona deyirik. Yağlığın özün gerçək ələminin dedi. Suri minə yağlığın yüzünə tutmuşdu. Ağlar dönə əli edər. Haqq sevindirdi səni, bir xəbər ver, səndə sevindir bəni. Məhəmməd Hənəfi bəqərcə
badəsi gələr küsəm gözüm cərasidir. Tamam, beləsi bir şeydir. Görək o bir səhvdə. Burada gün, burada ola bilər gödə. Burada bu hər nə mənədir? Bu birinci bölüm burada qutarır. Biləm təhti la ilahə işləri biləm təhti la ilahə illallah Muhammed Rasulullah burada qutarır. Bu haza kitabdan başlayaq. Görək nə oxuyub. Çox fərqli bir əl yazmadır. Qələmlə ki hərfləri yazıb, əvvələn hərfləri bir-birinin içinə salıbdır. Sonra da qələmi fırladanda ki hərfləri yazsın, bir kəlmədə hərfləri bir-birinə düyünləsin, çox əcibdir. Yəni deyək ki, məsələn mənə bilər ki, əvvəl ibtidai, dovum ibtidai bu zamanlar zamanı kimi savadlı bir adamdır. Əlbəttə biraz savadı yuxarıdır, bəllidir, amma yəni əl yazması bəzi yerdə bu cürsü gəlir. Kəlmələr də bilmirəm, doğru yazır, düz yazır, onu da bilə bilmirəm. Yəni qələt də ola bilər yazsın. Çünki məsələn ona görə Haza kitab-ı Mevlud Şərif. Kitabın adı Mevluddur. Ad Mevlud Şərif. Haza kitab-ı Mevlud Şərif. Məsələn bu şərif mən bunu nə cür oxuyayım? Yəni şərifi oxuya bilirəm indi, çünki beləsi oxunur. Amma f gedibdir, fırlanıb gəlibdir, bir dənə qaf kimi yazılıbdır. Məsələn bunu gərək bir ayrı dinlə indi. Necə toqdi ya tüfdi ya toqdi? Ol Rəsul ol özü cümlə o töllərdən ya usullərdən də ola bilər. Usul olacaqdır. Cümlə usullərdən usulü əvvəl indi bunu nə oxuyaq məsələn? Siyah oxuyaq, səlih oxuyaq. Yəni oxuma, yəni əlan bu burada bilmirəm. Mim oxunsun, sad oxunsun. Olacaq. Ol səlihi olacaq. Satla daxil səlih. Silah mənasında olur. Bu da ol qəlb səfasın səfa o qəlb səfa mürtəza və müctəba və müstəfa oldurur. Xəlq içrə ol haqqı sevdici daima qür altıda ya anda alıp öktükün ülke meddah anın Allah. Tamam, oxuya bilmirəm. Kitab oxuya bilmirəm. Yəni kitabın fəqət adı bilindi, amma qalanı oxunmur. Yəni sustum, qayət hərarətdən qəti tutdular. Bir cam tolusu şərbəti dinlə bir söz edeyim sana axi. Taş degülsün, ağlayasın sen dahi ol Resulün vardı. İki kızı, ol Resulün vardı iki kızı. Yüzü güneşi hem şeker idi sözü. Biri Rüqeyyə Osman idi əri. Biri Fatimə Ali idi yari. Hazreti Osman əri gayet gani idi. Füqəranın sultanı idi. Gör hakimin kudreti
əlbəttə burada nədir oldu? Orada bir dənə deyil, peyğəmbərin qızı var, amma gedək biraz daldan oxuyaq, bir şey oxuya bilirik. Zəhmət bir qətər ol saat o sultan din nur غرقا oldu. Nur غرقا oldu ya غرق oldu. Oxumayaq, غرق oldu. Semavati zemin an atası bir qətrə qan su ətürmədi. Zərrə miqdarı ana zəhmət ermədi. Sözə gəldi taş ağaclar və quş tuyur ötülər. Məhəmmədi həb basurur budur. Ol ki ənbiya həqdən qəmu ümməti o olmaq dilərvüz. Ey əmu əkbər dilsiz bu siz ötdən nəcat edəlüm. Dilərsiz bu siz ötdən nəcat edəlüm. Cani gönüldən Əs-salat və səlam aleykə ya Resulullah. Əs-salat və səlam aleykə ya Habibullah. Əs-salat və səlam aleykə ya Nur-i eyni şəlalə-i ya sulalə də ola bilər. Tuldudam nə mənə? Süzdüm qayət hərarətdən. Bu hərarətdən qəti tundülər. Bir cam tolusu. Nəcür oldu? Nəcür hardan gəldi bura? Şərbəti dinlə bir söz edeyim. Bir cam tolusu şərbəti dinlə bir söz edeyim sana. Əxi, taş dəyilsin, ağlayasın sen, dəxi ol Rəsulun var sən. Dəxi ol Rəsulun var idi iki qızı. Yüzü günəşi həm şəkər idi sözü. Biri Rüqəyyə Osman idi əri, biri Fatimə Əli idi yari. Həzrət Osman əri qayət ғəni idi, füqəranın sultanı idi. Gör həkimin qüdrəti yen ana ey mari birinə. Ey yar birinə, dövlət və birinə zərgər cibi Rüqəyyə sani sever idi. Rüqəyyəni sanisi yoxdur. Zərgər cibi ehtimalən olacaqdır. Deyir ki, qüdrəti yen onla ey yar birinə, dövlət və birinə zərgər cibi Rüqəyyəni sever idi. Rəsullik Fatimə idi. Əslə otul hər halda biraz bu xətt çox mən bir-iki qələt də çox görürəm. Yəni ona görə də bunu biraz zorluq çox çəkdim. Yəni əslində oxuya bilmədim. Gedim bu qismətə ki, biraz yazısı yaxçıdır. Görüm ki, buradan oxuya bilirəm. Əl-Cümətü Qalən Nəbi sallallahu aleyhi və səlləm, bunları hərfin əvvəllərin yazıbdır. Nəbinin də başı üstündə Qalən Nəbi xət çəkibdir. Ya Rabbi ma qəv ümməti qalallah Teala ya Muhammed yevməl cümə. O bilmədim nədir. Orada ya qız nə deməkdir?
Ya Muhammed yevmel cum'ati li vel cenneti li ve ateytul cum'ate li ummetike ve dukhani ma'al cum'ati vel cennetu hediyetu lehum el hadis. Ettasi en burada bir kelime de okunmur. Zid rezehu gale her halde de burada okunmadı. Aleyhisselam yegulullah Teala ya İbn Adem saht Arapçada ihtimalen bu şeydi. İstahtemine böyle bir şeydi. İstahtemi indel ma'sini istahi minke yevmes arzi fe'azubke ya Adem tub ileyye ekremike keramete le'enbiyai ya İbn Adem la tehawvele kalbike enni fe inneke امن تحولت قلبك عني أخذك ولا أنصرك يا ابن يغزيني يوم القيامة falan burada Arapçada devam edir. Qalallahu Teala yine devam edir. Bu səhifədə də Ərəbcə gəlir. Fənəzələ hələ fiilən burada gəlin Ərəbcədir. İlə ən əynə İbrahim tarəzər bu filan. Gedək o birisi səhifəyə. Bunlar hələ fiilən Ərəbcədir. Fi hədisin. Bu da Ərəbcədir. Tə'ləmun ənil Hüreyrə. Yenə də bura Ərəbcədir. Ərəbcədir. Tamam, bu kitabı oxuya bilmədim. Bu xətti oxuya bilmirəm. Bu xətt və gördüyüm bu kitabın çoxu da ərəbcə oldu. Burada neçə səhifəsinə baxıram beləsi. Bura ərəbcədir. Hala ərəbcədir. Davam edir. Və hiyə fi veri kəzakə müfəmun və əntə səqiyyu. Hala ərəbcədir bu. Hər halda bu xətti oxuya bilmirəm. Buradakı dahi ərəbcədir. Davam edir. Ərəbcədir. Əvvəldə biraz türkçəsi var idi. Bunda oxumaqda biraz zorlanırdım. Amma buradakı kamilən ərəbcədir. Ərəbcəsində biraz gözəl yazıb düzgün axtarsaz. Və yu'una ilə ləhu la na'ləmu fəleyfə ləhəliyyə yəqulu la. Yəni bu da ərəbcədə olsa mən oxuya bilmirəm. Yəni elə yazılıbdır ki, fikir edirəm ki, adam kəlmələrin imlasını qəşəng bilmirmiş. Yəni götürüb yazısını yazıbdır, düşüncələrini yazıbdır, anlayışını yazıbdır. Amma qələt yazıbdır. Məncə qələti çoxdur. Bəlkə də mənim bildiyim qələtdir. Yəni o cür də deməyək ki, o qələtdir. Bəlkə o zamanda bu kitab yazılan zamanda o cür yazılırmış. Fil meydani salasə mərratin yəqrəu əndəs fəmən haqqə əleyhi kəlimətəl əzabi ey əl-mürtəddu İzə əfanət tənfizun min finnari. Tamam. Bu kitabın sonuna gedək. Bir baxırıq ki, sonunda
hala ərəbcədir. Bunun əvvəlində biraz türkcə, bəlkə də türkcə deyilmiş. Mən türkcə oxumağa çalışmışam. Gərək bir də qeydim indi baxam ona. Ha, burada yenə türkcədir. Burada qurtarır ilə İmam-ı Əzəm Həzrətləri cümə xiyavətdə ya siyavətdə Səmad Həzrətlərindən o qədər qayət zəkavæti olmaqla səmad hifz edib ya hifz edib, həzz edib bəza ülfət vəqtün elmə cəvabidən aciz oldular. Cümlə həbt eylədi. Bədəhu Həmad Həzrətlərinə fərman burada nə gəlibdir bilinmir, eylədi. Kəlməscudi bədə müraqibə eylədi. Rüyasında bir səhrada böyük ağac bitmiş bir qərə xinzir zuhur eylədi. Ola, tamam, belə bir şeylə gəlir, qutarır, kitabın sonuna gedək. Çünki oxumağa çox çətindir. Əzəm olmağa Həzrət qəbul görmək üçün yox, oxuya bilmirəm, tarixdə görmədim. Yəni Təmməd Məhəmməd Əfəndi. Yazarı Məhəmməd Əfəndidir. Yəni bunu yazan. Yazar Məhəmməd Əfəndi bunu yazıb. Hər halda bu kitabdan keçək, bu çox əlyazması nəinki oxuma bilməz, amma zaman istər. Yəni vaxt qoymaq istər. Adam bu neçə dəfə oxuya, yavaş-yavaş qeydə bir də oxuya, qeydə bir də oxuya. Məsələn, bir 10 səfəni belə oxusa bu xətti oxuya bilər. Yəni mən mütməinnəm ki, bu xətti adam 1 saat yarım vaxt qoysa, kitabı bir neçə dəfə oxusa, həm o qavramla, o düşüncə ilə ki, bu kitabda gedir, onunla tanış olar. Kəlmələrlə gözü tanış olar, qələmlə tanış olar, hərflərin buruşdurub bir-birinə yapışdırmaqla tanış olar və yavaş-yavaş eləyə bilər, oxusun, təmiz verə bilər ki, harda qələt imlayı var, imla qələti var, yazı qələti var, harda düzdür ya qələtdir. Bunlar da təşxis verə bilər və kəlmələri bir-birindən ayıra bilər, hərfləri bir-birindən ayıra bilər. Burada indi feilən mənə bu imkan yox idi burada. İkinci kitaba baxırıq, adı Elmi Vücud. Elmi Vücud deyə bu kitaba ad veriblər. Əvvəl baxırıq ki, bu kitab bir dənə demək olar kardondan cildi var imiş. Firuzə rənglə üstünə bir nəqqaşı yapışdırıblar. Bu sonralar bu nəqqaşı yapışdırıb mənə belə gəlir. Çünki bu kağız divarı kimi divarın üstündəki kağız vururlar, onlara bənzədirəm mən. Təkrar olduğu üçün nəqqaşı onlara bənzir. Kitab çox işlənib, köhnəlibdir, dövrələri çürüyübdir, həpriyibdir, tökülür. Kitabın arxası, yəni şirazəsi də tökülür. İki yerdə də bir yapışqanla kağızı kəsiblər, yapışdırıblar ki, şey olmasın, görürük onu. Kitabın içini açırıq. İçi də yenə də o kağız divarı kimi bir kağızdır. Yapışdırıblar hər iki səhifəyə, kitab səhifələr bir-birindən qopmasın. O birisi səhifəyə baxırıq. Kitab Süleymaniyyə kitabxanasındadır və əl yazması nəzərimə gəlir ki, bu da sonralarda yazılmış olan bir kitab olacaqdır. Dəftərdə yazılıbdır. Biz mədrəsələrdə oxuduğumuz ki, dəftərin üstündə xətt olurdu, onlar da yazılıb. Bu kitabın çox ömrü olsa 200 il olar, 250 il olar. Yap da çox olsa 300 il olar. Yəni bundan izafə olmaz. O kağızda yazıblar, dəftər kağızında. Orada bilirsiniz ki, sətirlər abı xəttindən olur. Onların hamısında yazı yazıblar. Midaddır ehtimalən. Ucu çox nazik bir midaddır. Mənə gələn budur. Yəni belə düşünürəm. Kitabın 1, 2, 3, 4, 5. 5 səfhəsi ehtimalən bir müqəddəmə kimi bir şeydir. Sonra fəsl əvvələ girir. 6-cı səhifə və 7-ci səhifədə davam edir. Bu xətti oxumaq yenə də biraz çətin olacaqdır, amma onun kimi olmayacaq. Yəni burada
kəlmələr bir-birindən nazik olduğu üçün ən azından hərflər bir-birindən seçilə bilir. Orada qələm çox yoğun idi və kəlməni yazanda hərflər bir-birinin içinə girmişdi. İkinci fəsl və üçüncü ehtimalən ya dördüncü fəsl, altıncı fəsl, beşinci. Burada ehtimalən ortada gərək 2-dən sonra bir dənə də bir üçüncü fəsl olsun, amma burada dördüncüyə keçibdi. Yəni üçüncü fəsli görmədim. Bir də keçsəm bu tərəfdən baxsam. Fəsl 1, fəsl 2, fəsl... Bu 3 olacaqdı, tamam. 3, 4, tamam, 6, gedək bu cürsə. Davam edir. Burada məsələn qələm dəyişibdir. Bir ayrı qələm ilə bu səfə ilə fərqlidir. Nədən isə buranın rəngi elə bir ki, məsələn cöhər ilə yazıb. Məsələn bunu, yəni bir xudkar kimi ya bir nazik qələm, çox nazik gərək qələm olur, onunla yazmış ola bilər. Mənə gəldi ki, qələmdir. Ehtimalən bu da qələmdir, amma nə cürsə burada rəng kasatdır, burada toxdur. Bu da biraz mənə əcib gəldi. Burada yazıblar ki, kitab 135 səhifədir ki, PDF-də 69 səhifə görsənir. Mən də buna feylən baxıram. Bunun bir tarix tapa bilsək, nəzərimə gəlir ki, bu kitab da hətta qonusu mühümdür, adam bunun qonusunu oxuya görə ki, nə zaman yazıb, amma dediyim kimi mənə gəlir ki, bu kitab çox da qədimi olmayacaqdır. 19-cu fəslə gəldik, yetişdik. Davam edirəm hala bunu. Burada tarix olmuyor. Bu kitabı müstətabi Şuca bəy İstinsaq tarixi. Aha, tamam. Burada bir 106-cı səhifədə, kitabın özünün 106-cı səhifəsində bir məsnəvi var. Məsnəvidə bu kitabı müstətabi Şuca bəy İstinsaq tarixi 7 mayıs ehtimalən 1228 və 9 Muaydül-Məyar nə mənə 240 Nəzmi Cəmildir, nədir? Cəmilün istinsaqı Nəzmi Cəmil olacaq ehtimalən bəyin Cəmil bəy istinsaqı tarixi 20 Kandad 942 14 Zilhəccə 261 ehtimalən 1261 olsun, orada 1240 olsun. Anın haqqindən istinsaq tarixi. Bu da bir adam adıdır. İstinsaq tarixi oxuya bilmirəm. 25 Şəbaha, nə mənə belə bir şey? 945-də 12 Rəbiül əvvəli 264. Yəni bu kitab ən azından 3 dəfə istinsaq olubdur. 240, 261, 264. Hərəsində bir tarixdə, hərəsi bir tarixdə istinsaq olubdur. Bu istinsaq tarixini göstərir. Yəni 240 olsa 247 il bundan qabaq istinsaq olubdur, nüsxələnibdir. Amma burada iki tarix görürük. Bir 228 var, bir 240. Bu nə cürdür? Aha, və yazıbdır. Məsələn, birinci Şuca bəy istinsaqı tarixdə 7 mayıs 1228 ola bilər və 9 Mutayinəl-Meyar belə bir şeydir, oxuya bilmirəm. Səni 240 olar. Yəni bu adam iki dəfə, bir dəfə 238, bir dəfə də 240-da 1240 olacaq ehtimalən. Nəzmi Cəmildir ehtimal verirəm. Bəyin istinsaq tarixi 20 Kandad 942 12 Zilhəccə 261. Yəni bu bir dana istinsaq eləyibdir. Bu adamdakı sonda gətirik 25 Şubatdır nədir? Bu da 945 ya
12 bu 945 nələrdir bunlar bilmirəm. Məsələ tarixin 12 Rəbiül Əvvəl 1264 olacaqdı nəzərimə. Yəni bu kitab 250 il bundan qabaq istinsaqlarının tarixidir. Davam edirəm bunu. Mən biraz kiçik eləyim ki, bunu görüm, daha bir şey görsək. Oradan hər nə idi? Onu burada türkcə, farscə ya fərəncə. Burada da ehtimalən bu kitabın Katib Çələbi kəndi zəmanına qədər meydana gəldi, tam şərhlər haqqında şu listeyi veriyor. Katib Çələbi belə bir list veribdi, bu kitablardan görünür. 18 kitabın burada listin yazıbdı. Diqqət, bu calibdir. Bunu mən yazım, burada bir əlamət qoyum. 111-ci səhifədir. Bunu mən oxuyaram ki, görün burada nələr var. Əşya-i hüquqi. Gene burada Olad edincə maddə qanundur. Burada qanunları yazır. 253-cü maddədə İrs edincə haqqı ən az və haqqı da təndə olub nisbi, səhih, fərqi, buluği. Bu sorular yazılıb. Çünki burada qanunların bəzən latin hərflərlə və latin ədədlərlə işarə edib bəzi qanunlara. Bu bölüm ehtimalən o kitaba ilgisi yoxdur. Burada qanunları danışır, maddələri danışır. Hangi məmləkətdən alıbdır, onları bir-bir burada yazır və kitab yenidir sonuna gəldik. 121-ci səhifədə qutarır maddeyi 204-dür ya 704-dür, 704-də bənzir. Orada bir şey yazıb qutarıbdır. Qeydaq kitabın əvvəlinə görə bu kitab oxuya bilirik ya yox. Bismillahirrahmanirrahim müqəddəmə. İndi bunu da oxumaq əvvəldə dedim çox deyil, çünki çox çətindir. Yəni zordur, çətin olmayacaq, amma əl yazması özünə taysızdır. Yəni onu cümlə oxumaq şeydir. Lisan-ı imka əl-səhilə zat-ı vacib-ül vücudə məhdud olsun. Pəs lisan-ı əl-rəisilə lisan-ı imkan el-ilahisiyle lisan-ı imkan ilahisiyle zat-ı vacib-ül vücudə məhdud olsun ki vücud aləmdə bunalıb qalan sıfat və əsma namütenahiyeni nəfsi cismaniyesiyle tənfis etdi və etdi pürvücudindən hər bir mərtəbəyə tənəzzüldən imanə görə yer vücudində erişən kəmalat ilahiyyəni təfsilən müşarə etmək üçün ondan lətif məcmuəsini ayini ittixaz eylədi. Salatu salam Ənbiyanın xatəmi və ərəfi adluya Muhammed Mustafa Efendimizin üzerine olsun ki onun
صفتی یا سگاسی مراتب تجلیات ده اعلا و اجلا و تعیینی مرتبی insaniyyenin ecmai ve eşmelidir. Etvarın zor oxuram olan qism cami səhiyyə vaqi olub rəhmət ilahiyyə bil cümlə həqaiqə anın həqiqətindən توزیع olur. ترزیه بی انتها مظهر اتم اسم هادیلاریله او خاتم انبیا ile الصلاة ve selam Efendimizin an alu ahbab ve verese mülki ve merse mülkini üzerine olsun ki her biri semai hidayetün nücumi pertufişan olup zulmeti tabiatte huru hakike gomuz velayüle şairası kimselere bir rəhnumadır. Bəzi kəlmələri oxuya bilmirəm. Yəni hələ gözüm buna adət eləməyibdi. Əlyazmadır. Midatın ucu ya o qələm ki yazır çox nazikdir. Bəzi yerdə bilinmir ki bu məsələn mimdir, fedir, qafdır, nundur ya saddır. Bunlar bir-birindən çox çətin ayrılır. Hətta lamla dəndanənin fərqini bilə bilmirəm ki bu dəndanədir yoxsa lamdır. T'dir yoxsa B'dir yoxsa saddır, bunlar sindir, bunlar bilinmir. Tərxiyə-i bi-intiha, məsələn mən tərxiyə oxuyuram amma tərziyə olacaq ehtimalən. Bunu o cürsə oxudum, məsələn o cürsə ey məsələn bunu nə oxuyaq? Həqiqəti, burada bir şey oldu. Ey təşqəl həqiqət olan müminin hak fikriye bu kitab-ı zayıf nedbetül zayıf bu kitab-ı zayıf nedbetül kamiliye nebezetül ihtimalen ya da bedetül bəlkə bu əvvəldəki oxunmur. Bedetül kamiliye ve kudvetül nedbedetül kamiliye ve kudvetül muhakkike Şeyx Əkbər Mühyiddin Ərəbi Rəziyullah. Tamam, bunu taparıq. Adın yavaş-yavaş bəzi şeyləri tapsaq, o birisini taparıq. Kitab-ı zəif də olmayacaq, mənif olacaqdır. Bu kitab-ı mənif Nedidetül kamiliye görək hara getdi bu? Nəbidə yazıq hərfi ilə görək ki Nədidətül yazıbdır. Bu cüsə oxunur, yəni. Bu hara gedir mən yazın? Aha, buradadır. Nədidətül beləsi yazaq. Nədidətül kamiliyə el-kamiliyə və qudvetül mühəqqqiqə Şeyx Əkbər Mühyiddin
Mühyiddin Ərəbi Rəziyallahu anhu. Görək bu kitab haqqında bizə məlumat verir. Yəni bəzi şeylərlə biz bu kitabı oxumağa yəni anlamağa başlasaq, bəzi yazılar tapıb. İn ibarət bir caygahı, bunu deyək Türkçə yaz. Türkçə yaz lütfən. Bunu yox. Bu ibarət İrfan və hikmət dünyasının böyük siması olan Mühyiddin Ərəbinin Şeyx Əkbər yüksək məqamına işarə edir. Bu cür təbirlər məmulən köhnə əlyazma nüsxələrin başlanğıcında dibacədə ya da onun haqqında yazılan şərhlərdə işlənir. İbn Ərəbinin görüşləri özəlliklə vəhdət-i vücud bəhsi türk dünyasının təfəkküründə və ədəbiyyatında çox dərin iz buraxıb. Əgər bu mövzu üzərində araşdırma aparsanız, bu nöqtələrə diqqət etməniz lazımdır. Yox, onu istəmirəm mən. Bunu əvvəl bir də yazıq qoyaq. Deyək ki, kitabı Şeyx Əkbərin kitabıdır. Bunun doğru adı nedir? Siz işarə etdiyiniz ibarət bir kitabın özəl adı deyil. Bəlkə köhnə mətnlərdə və əlyazmalarda Şeyx Əkbər Mühyiddin Ərəbini tanıtdırıb məth etmək üçün işlənilən klasik əlqabdır. Zübdətil kamilin ola bilər və qudvətil mühəqqiqin. Tamam, onda düzdür bu. O cür olsa, bir də oxusaq bunu. Ey teşneyi həqiqət. İndi oldu. Qeyddim əvvəldən bir də oxuyam. Ey teşneyi həqiqət. Olan mümini mütəfəkkiriyə. Bu kitab-ı hənif Zübdətül amilin oldu. Zübdətül amilin və Qudvətül mühəqqiqin Şeyx Əkbəri kitabın adı deyil pəs. Bu kitab-ı mənif Zübdətül amilin və Qudvətül mühəqqiqin Şeyx Əkbər Mühyiddin Ərəbi Rəziyallahu anhu Əfəndimizin təlifatından olan Fususul Hikmə məanisi ya da müənnisi Hazreti Şeyx'in qəbuli qəlbi mübarəkə cəli Efendimiz orada bir kəlmə aleyhisselam qəlbi mübarəkinə Haliat aleyhisselam salavat ehtimal olacaq salavat aleyhi və sələm Efendimiz tərəfindən ilqa və nam-ı latifi zati tərəfindən burada nə? Salinat dedi tərəfindən tuşih buyurulduğu məçsələt-ü vücudində məzkur oxuya bilmirəm. Dəmaği fəalan əsəri və nəzəri əqlində نتایج استدلالاتی دگلوب سراپا اصل حقیقت قلوب انبیاء علیه السلام منزل اولان معارف و حکم الهیدن عبارت و اهل تقید اولان ایابی
uqulun bilmədiyi və edəmədiyi və idrak edəmədiyi həqaiq ilə malamalüdür. Tamam. Bu kitab da çox dərin bir kitabdır. Tarixində bildik ki, kitabı yazarı mərhum Mühyiddin Ərəbi Həzrətləridir. Və bu kitabda bildik 4 dəfə ən azından bu tarixə qədər tənsix nüsxə yazılıbdır. Amma bunu oxumaq biraz zor çəkdi. Ona görə bunu da qoyaq burada beləsi qalsın. Bu günləri əslində 2 gündür kitablara zorumuz çatmır oxuyaq. Bunun adını dedi elmi vücud dedi, amma bilmirəm ki onu o cür demək olar ya yox. Oxuya da bilmədiyim üçün çox o kitablardan ki vaqəən zorluq çəkdim. Bugünkü kitabların hər ikisində də zorluğa düşdüm. Bu kitab Divan-ı Mevlana Həzrət Füzuli deyə bir kitabdır. 1003-də yazılıbdır və yəni 444 il bundan öncə yazılıbdır. 228 səhifədə. Beləsi deyir. Fikirəm bu kitabı oxumuşuq, amma Füzuli şair Süleymaniyyə kitabxanasındadır. Uruşi Quruş. Yəni orada 1500, bəli, bunun haqqında danışmışıq, demişik ki, bu kitabı neçə alıbdır, yazıbdır 1500 quruş. Müfti Həsən Əfəndi bədilə pedərimin olunan bu nüsxəmiz ötədə çuğani suturiki namı bazərganidən əxz olunmaq üzərə Rəbi 1251-də bu pulu veribdir. Yəni 1500 quruş verib və bu kitabı alıbdır. Bu kitabı fikirlərim ki, görmüşük. Əvvəlində də bu yazıları görmüşük. Bunu deyib ki, nəzmidir, amma divan deyiblər, amma divan deyil. Bu əslində yenə də qeydir o kitabı ki, neçə gün bundan qabaq oxuduq. Divanmış. Divan da əvvəlində özünün yazdığı, Həzrət Füzulinin yazdığı o kitabdır. Bunu silah kitabdan listidən. Çünki bunu qabaqcan ən azından 2 dəfə bu kitabı görmüşük. Bunu buradan silah aynı kitabdır. Divan-ı Ətai Nəfxətül Əzhar. Fikirəm bunu da oxumuşuq. Mənə belə gəldi. Divan-ı Ətai. Kitabı görürük. Qiyafəsinə bir baxıq görək ki, tanırıq ya yox. Çox işlənibdir, əpriyibdir, cırılıbdır. İçinə baxırıq. Cildinə və onun yanını görürük ki, olubdur. Süleymaniyyə kitabxanasında saxlanır. Əvvəldə bu şeirləri görürük. Fatih kitabxanasında nömrəsi də 4746-cı nömrədə görünür. Burada əvvəldə bir şeir vardı, qıraqda da bir yazılar vardı, bir dənə də möhr vardı. Bunları görürük. Mənə biraz tanı. Kitab-ı Nəfəhətül Əzhar در جواب مخزن الأسرار للمولى عطاء الله ابن يحيى المتخصص بعطائی الشهير بنوعی زاده. Belə bir kitabla tanışırıq. Mənə burası biraz در جواب مخزن الأسرار özəlliklə və bu qismətlər mənə tanış gəldi. Elə bir bu kitabı görmüşük. Gözəl bir xətt ilə yazılıbdır. Bəzi beytləri qırmızı xətt ilə yazıblar. Ərz-i niyaz-ı münacat be dərgah Həzrət Qazi. Məsələn, bu şeirlərin əvvəlində beləsi görünür. Fikirlərim bunu görmüşük. Çox su gəlibdir. Bu fikirlərim taza bunu oxumuşuq. Çünki bu 3 dəfə su gələn dediyim, hətta o da gəlir zehnimə ki, 3 dəfə bu kitaba su gəlibdir. Ortasından özü də gəlibdir. Bu kitab 1040-da yazılıbdır. 262 səhifədə, PDF-də 131 səhifə görsəniz. Fikirəm bunu oxumuşuq. Mənə o cür gəlir.
Amma biraz sürətlə bunu geçsəm, bəzi qıraqlarında bilmirəm şeir idi ya şeirin özünün qalanlarıdır ya da məsələn oxuyanlar yazıblar, qıraqda bir şeylər yazıblar, görsənir. Amma ehtimal verirəm ki, bu kitabı da görmüş olaq. Ona görə biraz sürəti çoxaldıram. Qeydəruq axirindən və əvvəlindən biraz oxuyarıq, görürük ki, bir şey baş tapırıq ya yox. Axir səfəsindən biraz oxuyaq, görürük ki, tanıya bilirik, bunu yox. Qarəliyə ruy siyah gibi, qare ləbə ruy siyahi gibi, nami əmal təbahi gibi, eyliyə hər səfəsini ol غنی یا غبی، چهره معکوس مقلد gibi, heyət xətəri edə oy bir gəzənd, pürgəzənd, taxtəsi qoymuş çu 70 taxtə bənd. Çürütmüş ola bilər bu da. Taxtəsi qoymuş, çürütmüş taxtə bənd. Nəşti edə اوراق مداد رقم، نشد اوراق مداد رقم، yürüdükcə geçə payı qələm, səfhədə hər sətr uslubi istirab, səfhədə hər sətrə salub istirab, sudə sulun kibi dir biç و تاب، وره پیچ و تاب، sudə suluk gibi verə piç و تاب، sətri edə biri birindən diraz، bu zil zülm ilə bu qanun raz، bozilə zülm ilə bu qanun raz، dəmdir olub nəzmi خجسته تمام، چلک عطایی دیت تم الکلام، تم فی اواسط ربیع الاول min 40. Bu kitabın adı Divan Ətai. Adım burada yazaq. Divan Ətai. Tarix təmmə özü qoyubdur. 1040 Hicri qəməri. تم فی اواسط ربیع الاول min 40 در ترخانه سرای آغاز نمونه و اکرم محمد چلبی نای مناح belə bir şey yazıbdır. Məhəmməd Çələbi ehtimalən bunu nəsx eləyibdir. Nəssaq ehtimalən Məhəmməd Çələbidir. Buradan bunu görürük, qeydaq bunun əvvəlindən görürük bir şeylər oxuyub bunu tanıyırıq, yoxsa tanımırıq. Ətai mərhumun təhrir etdiyi Sirün dibaçəsində olan səb'i müəlləqə manəndi olan əbiyyat-ı nəfisədir. Yəni burada bir ayrı kitabda bu əbiyyat-ı nəfisə, yəni 1, 2, 3, 4, 5, 6, 7 beyti deyir, burada gətirib yazıbdır. Bu kitabı görmüşük. Çünki əslən bu cırığı da orada oxumuşduq, demişdik ki, burada da odur, bəli, o kitabdır, burada da o gəlibdir. Bu kitabı oxumuşuq. Bunu da beləsi bağlayalım. Vaxtımızı bunun da üstünə qoymayaq. O birisi kitabları ki, Cərrahnamə Tibb Fikr, bunu da oxumuşuq 870-də. Bunu yazıblar bu kitabı, Fransədəndir ya da Almandandır. Fransədir əlbəttə əslində. Mənim belə görürəm. Fikirəm bunu gör, Moğul deyir xəttində yazılıbdır. Fransədə saxlanır. Onu gördük. Gedək kitabın özünə. Kitabın özünü görürük. Bu da qəhvəyi mənə yenə tanış gəldi. Əvvəldə burada Cərrahnamə Türki kitabın adıdır. Kitab-ı Cərrahiyyətun Xaniyyə bit-Türkiyyətül məruf bi Cərrahnamə fit-Tibb. Kitab-ı Cərrahiyyətun Xaniyyə.
bir Türkiyə cərrahiyyə xaniyyə xanlıq cərrahlığı, yəni tərcümə eləsək belə olar. Bir Türkiyə türkü dilində əl-məruf be cərrahnamə fi tibb, tibbidə cərrahlıq. Məclisi tənzimat əzasından, bunu biraz yekəldim. Fikirəm bunu oxumuşuq, mən yenə bunu görürəm. Məclis tənzimat əzasından Yasincizadə də ola bilər. Məhəmməd Elmi Əfəndi iş bu kitabı təbib Müsyü Birüzüvün cənablərinə bir vəc yadigar vermiş olduğu bu məhəllə şərh olundu. Bu kitabı oxumuşuq ki, bu adam ki, məclis üzvüdür, məclisi tənzimat, Osmanlı dövründə tənzimat götürüb bu kitabı bir dənə Müsyü Bezuden adında ya Bezuven adında adama hədiyyə olaraq veribdir. Bunu oxumuşuq. Onun üçün də buna da yenə də getmirəm. Məhəmməd Xan ibn Murad Xan Osman. Bu yəni kitabın burada yazılmaq şeyin yazıbdır. Bismillahirrahmanirrahim və bihi nəstəin. Bu da əl yazmadır. Onlar da əl yazmadır. Amma çox fərqi var. Yəni o iki əl yazmanı oxuması vaqən dostlarımız baxsınlar, biləcəklər ki, vaxt qoymasaq onu oxumaq olmaz. Yəni onu gərək çox vaxt qoyulur. Amma buna məsələn birinci dəfə, bəlkə də ikinci dəfədir baxıram. Amma bunu çox rahat oxuram. Yəni kitabı belə baxanda gördüm ki, nə yazıbdır? Bismillahirrahmanirrahim və bihi nəstəin. Həmd bi hədd və sənayi bi əd uluzat əhəd sifat səməd bəyan və bəyan vəsf ləm yələd və ləm yulad ləm yekun ləhu kufuven əhəd. İlahın həzrətinə olsun ki, məcmui mükəvvinat-i kainat mən kanə minəl insi vəl can bə əmri kün fəkanə səhra-i ədəmdən həyyiz-i vücuda gətirdi. Yeryüzündə ənvat-ı plan ta gəlir, burası mühümüdür. İstəyirəm bu deyir ki, bəd az həmd xuda özdə yazıbdır, xuda. Bəd həmd xuda və durudi Müstəfa ey talib ba səfa. Bil kim hicrət-i nəbəviyyənin əni tarix müstəvəviyyənin 870 yılı olmuşdur. 870'də bunu yazıbdır. Orada da üstə yazıblar da düzdür. 870 yılı olmuşdur. Kim? Ol Süleyman taxt-ı Sikəndərbəxt Dar Rüstəm şikar Fridun fری müzəffər zəfər padişahi بحر و بر سلالت السلاطین خلاصة الماء و التین شاهنشاه زمان زمین ذل رب العالمین ناشر الامن و الامان باشر العدل و الاحسان قاهر الکفرة و الفجر و الطغیان سلطان ابن سلطان خان ابن خان xanın məsələn nı düşübdür əvvəldəki xanın. Ya Sultan ibn Xan ibn o Xan ibn deyəcəkdə o xanı düşüb, o birisi xanı düzdür. Xan ibn Xan Məhəmməd Xan ibn Murad Xan Ali Osman Xələdəllah 870'də oldu. İndi görək Məhəmməd Xan ibn Murad Xan kim olacaqdı? Bunu Məhəmməd Xan ibn Murad Xan Məhəmməd Xan ibn Murad Xan. Əlbəttə bir dənə əvvəlinə yazıq Sultan ki, o şey olsun. Bəlli olsun ki, bu ayrı adamdan qatmaq Sultan Məhəmməd Xan ibn Sultan Murad Xan. Tamam, görək ki, bunun tarixi haqqında nə deyir? Bu ad Sultan Məhəmməd Fatih, Sultan II. Məhəmməd cənablarına işarə edir. O, Osmanlı İmparatorluğunun 7-ci padişahı idi ki, atası 2. Sultan Murad xandan sonra təxtə çıxdı. Tarix mətnlərdə və əlyazma nüsxələrinin dibacəsində bu ad görünəndə məmulən o dövrün böyük fətihlərinə və elmi inkişafına işarə olunur. Sizin araşdırdığınız əlyazmalar baxımında bu nüsxələr maraqlı ola bilir. Kitabxanaların qorulması. Sultan Məhəmməd Fatih İstanbulun fəthindən sonra böyük kitabxanalar qurdurdu və çoxlu ərəbcə və farsca əsərin türkcəyə çevrilməsinə əmr verdi.
sizin baxdığınız nüsxə ehtimali ki, o dövrün elmi hərəkətinin bir parçası olsun. Osmanlı nəsri və xətti o dövrün rəsmi məktublarında və əlyazmalarında istifadə olunan dil sizin maraq göstərdiyiniz əski mətnlərin dil özəllikləri ilə çox yaxındır. Şeyx Əkbər ilə əlaqəsi ötürək oranı geçsin. Gələk kitabımıza. Görürük ki, burada xəllədəllahu Teala subhanahu və əbbədə dövlətəhu. İndi bunu fəqət desək ki, tarixini desin, görək ki, burada haqda tarixləri hicri yazar mısın? Görək ki, bu tarixləri hicri yazır. Sultan Məhəmməd Fatihin anadan olması 27 Rəcəb 835. Bu ölməsi ilk dəfə təxtə çıxması 848. 35-də doğubdur. 7 yaşında, 8 bu da 5, 13. 13 yaşında təxtə çıxıbdır. Atası özü deyib, gəl mənim yerimdə ol günən. İkinci və köklü oturuşu, yəni oturubdu, 858-də təxtə oturubdu vəfatınacən. İstanbul fəthi 20 Cəmadülə və 857-də buranı fəth eləyibdi, yəni təxtə çıxandan 2 il sonra. Və bunu diqqət eləyin, əgər bura diqqət eləsək, adam dedi ki, 835-də doğulub. 857-də maşın hesabı açsaq, burada bunu hesablasaq bizə yaxşı bir şey verər. 835-də doğulub. Bundan çıxsaq 857-də İstanbulu fəth eləyibdi. Yəni 22 yaşında adam ciddi bir mühəndisdir, ciddi bir stratejistdir, ciddi bir savaşçıdır. 4 Rəbiyül əvvəl 886-da da Allahın rəhmətinə gedib. Allah ona rəhmət eyləsin. İndi burada bunu da çıxarsaq, o 22 yaşında pəs İstanbulu alıbdı. İndi burada bir işlə görək bunu, gələk deyək ki, yenə həmanı tutsaq, 835-də doğulubdur, onu çıxsaq 886-da da Allahın rəhmətinə 51 il ömr eləyibdir. Bu adamın, bu kitab daha zaman yazılıbdır, 870-də yazılıbdır. 870-də yazılanda, yəni bu kitabdan 16 il sonra da diri qalıbdır. Bu kitab o zaman yazılıbdır. Hər halda bu kitabı qabaqcan oxuduğumuz üçün mənə o cür gəlir. Bəli, bu kitabı oxumuşuq. Bu mənə çox tanış gəldi. Bunu da buradan bağlayaq. Gedək, bu günləri nədən isə bir şey oxuya bilmirik. Yəni, cərrahnaməni də dilit eləyək ki, elmi vücud da getdi. Gəldik təqvim. Görək, bu təqvimi də fikir edirəm, görmüşəm, yenə mənə tanış gəldi, amma burası yox, tanış gəlmədi. Adı tanış gəldi, özü tanış gəlmədi. Burada 1027-ni görürəm, amma bilmirəm ki, nə deməkdir. Kitab cildinin üstündən əks almayıb, görək nə cürdür. Cildi açıbdır, kitab çox köhnəlibdir. Kitabın cildinin üstündə bir nəqqaşilər görürük ki, bilmirik bu əslidədir, yoxsa kağazdır yapışdırıblar üstünə. Amma görürük kitab ortası, yəni Şirazə cırılıbdır, kitab sirişomuna neçə dəfə yapışılıbdır. Burada Süleymaniyyə kitabxanasının möhrün görürük. Bu kitabı görməmişik. Bu birinci dəfədir. Sonunda bir kitaba rast gəldik bu günləri ki, əlbəttə bunu da oxuya bilməyəcək, çünki buna da mənim savadım yetişməyəcəkdir. Yəni mən bunun dilini bilmirəm. Hətta bu adı indi oxuya bilmədim. İstirdim bunu oxuyayım, görüm nədir. Tə'lif-i Şeyx Əli ibn Muhammed ibn Muhammed Əl-Akazuni. Burada da ehtimalən yazıb ki, İxtiyaratul Akazuni, Əl-İxtiyaratul
Kazuniyə. Kazuruniyə. Əcəba belə bir kitab varmı? İxtiyaratul Kazuruniyə. Təhiddir, səddir, müxtəlif. Burada o yazılıbdır. Burada bir dana da möhr görsənir, bir dana dairədir. Bu dairənin üstündə illəri yazıbdır. Bu illər nə deməkdir, onu da mən bilmirəm. Çox mühüm illərə işarə. Məsələn, 1857, 5177, 1770. Burada bəzi illəri işarə eləyibdir. Amma bu kitaba əvvəl tapaq görək ki, İxtiyaratul Kazuruniyə nə cür bir şeydir? Gedək bunu soruşaq görək ki, əcəba İxtiyaratul Kazuruniyə əlyazma kitabı haqda bilgilərimi toplaya bilərmisin? Axtarışım və tarix üzrə bilgilərimə əsasən ixtibarat, mən nə yazmışam? İxtibarat yazmışam. Tamam, özü düzəldibdir bunu. Ya da bəzi qaynaqlarda İxtiyaratul Kazuruniyə adlı əsər köhnə tibb, nucum, astroloji və ya elmi rəml sahəsində yazılmış önəmli bir əlyazma ola bilir. Sizin kimi əlyazma mütəxəssisləri üçün bu əsər haqda bu nöqtələr önəmlidir. Müəllif və köçən. Bu əsər böyük ehtimalla Kazuruni nisbəsi ilə tanınan alimlərə aiddir. Kazuruni nəslindən olan böyük təbiblər və alimlər özəlliklə Osmanlı və İran hövzəsində nucum və tibb arasındakı əlaqələrə dair çoxlu risalələr qələmə alıblar. Əsəriyyət mövzusu ixtiyarat yoxsa ixtibarat. Əlyazmalarda bu iki kəlmə çox vaxt bir-birinin yerinə işlənir. Mən bunu düzəldim ki, bu da bilsin ki, yaxşı, dedi ki, ixtibarat da deyir yazılıb, tamam. Bu əsər Kazuruni nisbəsi ilə tanınan böyük alimlərdən birinə aiddir. Böyük ehtimalla müəllif 8-ci və 9-cu hicri əsrlərində, yəni 701, 702 ta 899-cu illərə 7 və 8-ci əsr deyirlər. Hicri Həzrət Məhəmməddən 700 il sonra ta 900 il sonraya can deyir ola bilər. Yəni 700 və 800 illər. 700-cü illər və 800-cü illər. Əslində yaşaymış Əfifiddin el-Kazuruni və ya o ailədən olan başqa bir təbib alimdir. Kazuruni ailəsi tibb, kimya və təbii elmlər sahəsində məşhur olublar. Mövzu və içəriyi. Bu kitab əsasən tibb, pezeşki və kimya ilə bağlıdır. Ancaq ixtiyarat adı bəzən nucum, sitarəşünasi və ya rəml mövzularında da işlənir. Əgər adı ixtibarat olsa, daha çox tibbi təcrübələr, dərmanların etkisi və klinik sınaqlardan bəhs edir. Əgər adı ixtiyarat olsa, nucum elminə əsaslanaraq önəmli işləri görmək üçün uğurlu zamanları seçməkdən söz açır. Əlyazma özəllikləri və dili. Dil, əsərin əsli ərəbcədir. Lakin Timurlar və Osmanlı dövründə bu əsərin türkcə, əski Anadolu türkcəsi və ya Cağatay türkcəsi tərcümələri və şərhləri də meydana gəlib. Xətt, məmulən nəsx və nəstəəlliq xətti ilə yazılıb. Əgər əlinizdəki nüsxə 850 ilə 900 hicri illərinə aiddirsə, bu əsər ən önəmli yayılma dövrü ilə üst-üstə düşür. Araşdırma üçün önəmli nüqtələr. Tamam, bunlar qalsın, bizə çox da şey verməsin, beynimizi şey verməsin. Pəs, burada əlbəttə bu Əl-İxtiyaratul Kazuruniyə
bir cür yazılıbdır ki, mən zorla oxudum. Aşağıdakını oxumasaydım onu oxuya bilməyəcəm. Təlif Şeyx Əli Şeyx Əli Məhəmməd ibn Muhammed el-Kaziruni. Pəs belə görünür ki, bu kitabın yazarı yazıb ki, Təlifi Muhammed ibn Muhammed beləsi idi də, ha? Təlifi Şeyx Əli ibn Təlifi Şeyx Əli ibn Əl-Şeyxidir. Bu da əgər fikir edirəm ki, o cür Təlifi Əş-Şeyx Əli ibn Muhammed Təlifi Əş-Şeyx Əli ibn Muhammed ibn Muhammed el-Kaziruni. Bu şəxs haqda bilgi verər misin? Bir də bunu oxuyayım, görüm adları düz yazmışam. Şeyx Əli ibn Muhammed bəli, Şeyx Əli ibn Muhammed el-Kaziruni, düzdür. Sizin bu qeyd etdiyiniz ad, yəni Şeyx Əli ibn Muhammed el-Kaziruni Osmanlı və İran hövzəsinin klasik elmi tarixində önəmli bir şəxsiyyətidir. O, böyük ehtimalla 8-ci əsrin sonları, 9-cu hicri əsrin əvayillərində Sultan Məhəmməd Fatih və Sultan Murad dövrünə yaxın yaşamışdır. Və bu şəxs və onun İxtiyaratül Kaziruniyə əsəri haqda bir neçə önəmli nöqtəni diqqətinizə çatdırıram. Elmi kimliyi və mövzu. Bu müəllif daha çox nucum, sütarəşünasi, toqit, zamansənci və hikmət sahəsində tanınır. İxtiyarat-ı elmi. Bu kitabın adı, pəs indi gəldik, bu da deyil. Ad İxtiyarat-ı El-Kaziruniyə. Yazar Əli ibn Şeyx Əli ibn Muhammed ibn Muhammed el-Kaziruni. Burada yazıb ki 850, amma biz özümüz oxuyarıq, bunu taparıq. Bu şəxs və onun İxtiyarat el-Kaziruniyyəsi beləsi əsəri haqda bir neçə önəmli nöqtəni diqqətinizə çatdırıram. Elmi kimliyi və mövzu. Bu müəllif daha çox nucum, sütarəşünasi, toqit, zamansənci və hikmət sahəsində tanınır. İxtiyarat elmi o dövrdə kəvakibin, sitarələrin və vəzinə görə uğurlu və xoş saatları seçmək deməkdir. Padişahlar və böyük dövlət adamları bir işi görəndə savaşa getmək, taxta çıxmaq və binaların təməlini qoymaq bu ixtiyarat kitablarına müraciət edirdilər. Nisbəsi və coğrafi hövzəsi. Kaziruni nisbəsi onun kökünün İranın Şiraz yaxınlığındakı Kazirun şəhərindən olduğunu göstərir. Lakin o dövrün alimləri kimi o da böyük ehtimalla Osmanlı sarayı və ya Teymurlu sarayı ilə əlaqədə olub, Sultan Məhəmməd Fatih dövründə Kaziruni alimlərinin bir çoxu İstanbula dəvət olunmuşdur. Nüsxənin dəyəri. Əgər sizin əlinizdəki nüsxədə Təlif-i Şeyx ibarəti gəlibsə və adı Sultan Məhəmməd Xan ibn Murad Xan ilə yan-yana zikr olunubsa, bu nüsxə iki halətdə ola bilər. Tamam, bu cür bir şey yoxdur. Bu kitabın içində hansısa bir cədvəl, zic və ya sitarələrin hərəkinə dair şəkillər görürsünüzmü? Əgər cədvəllər varsa, onların rəqəmləri əbcəd ilə yazılanlar mətnin dəqiq tarixini və hansı şəhrin
üfüqünə görə yazıldığını bizə deyə bilər. Allah Allah. Tamam. Kitabın birinci sətrini gördük. Gedək kitabın əvvəl özünə baxaq. Kitabın özünü bir görək nə vəziyyətdədir, sonra qeyd edək. Kitabın işlənməsi bəllidir, çox işlənibdir. Özəlliklə aşağı qıraqları və bəzən üst qıraqları ki, oradan səhifəni açırmışlar. O qədər əl dəyib bu kitaba ki, əslində bu kitab çox şey olubdur. Əl-Cədvəlül İmən, Əl-Cədvəlül Əysər, Əd-Dairə, Əd-Dəvair, bu kitab o kitablardan ki, mən oxuya bilməyəcəyəm. Çünki tamamən görürük dairədir. Əl-Ula, Əs-Sani, bu Dairətül Əşhərül Rumiyyə və Mənazilül Qəməriyyə, Əl-Vəcül Ula, bunlar Əl-Mərifətül Qəmər bi-əyyi burucin və bi-əyyi mənzilətin. Burada da yenə görürük ki, belə bir şeylər yazıbdır. Kitab 160 səhifə PDF-də, yəni 320 səhifəlik bir kitabdır. Belə görürük, tamamən burculə şeylərdən çox, məsələn, baxın bu səhifəyə və hazır şərhül əməli bil əbvabil mütəqəddimə ərəbcə yazıbdır. Calibdir ki, bu da ərəbcədir. Bəli, bura ərəbcə yazılıb və burada da bir cədvəl yazılıbdır ki, cümlənin məlumi olduğu üzrə tərcümə eləyib. Burada bu tərcümədir onu. Burada ehtimalən bir tarix qoyubdur. Görün bu nədir yazıbdır burada. Yəni diqqət buyurun. Dairənin nəqşi əksi düşüb bu kitaba və içinə də ehtimalən rəhlər də qatışıbdır. Oxuması mümkündür. Demirəm mümkün deyil. Özdə 20, 50, 60, 74, 76, 76 bəndidə bu səfhədə yazı yazıbdır. Diqqət buyursaq. Burada da bir şey yazıb görək bunu. Məsələn, iki kimsənə bir sənədə və bir mahın bir günündə saat və ahdədə saati vahiddə də təqrib olub. Ya da bunu görün çevirsəm oxuya bilərəm. Yox, aynı vəziyyətdə olur. Məsələn, iki kimsənə bir sənədə və bir mahun bir günündə saat-i vahidədə təfriq olub. Biri qərbə və biri şərqə gedib. İkisi də hər bir günü üçün xətasız əd və tərqim etsələr. Bir sənə tamamında yenə ol mahun əvvəl günündə və ol müfariqətlərdən olan saat məlumədə təfriq olduqları ehtimalən məlum nəminə belə bir şey əddu tərqim eylədikləri əyyamlərin ruyət və hesab eylərlər şərqə getmədən be hesabı zicə əqrəb. Məsələn, burada belə bir şey yazıbdır, çox ağır bir şeydir. Yəni, mən bunları baş tapmıram ki, nə deməkdir. Yenə burada cədvəlləri görürük, yenə mətni yazısı ərəbcədir və zalikə və haza şərhül cədvəlil əl-ata fil-səhfə və zalikə innəkə təxuzu ma بإزاء السنة التامة التي معك من السنين المجموعة والمسبوطة والشهور والأيام من السن. Tamam, bunlar təxəssüsü bir şey olduğu üçün əlbəttə burada da bir yazılar yenə də vardı. Biz fəqət elə bunları bu şəkildə cədvəlləri görsəsək, burada da ya Əli Mədədu, ya Allahu, belə bir şey, ya Məhəmməd, ya Allah yazılıbdır. Görürük. Ayrı bir xətlərlə burada ən azından 3 xət görürük bir səfədə. Cədvəllər, çox ciddi cədvəllər var ki, bunlarından da fikirlə mən bundan bir əks salıb versəm, bu mənə bir şeylər deyə bilər. Gedək bura, əlbəttə ki, bu kitabı
Nə cür oldu bu? Dondu elə bir hər şey. Elə bir dondu. Bu ayrı kitabın özüdür. Yəni bu kitab əksidir. Amma nədənsə bunu elə açmır ki, biz bunu şey eləyə bilək. Buradaymış. Tamam. Tamam, bunu buraya bağlayaq və gedək buradan, verək buna, görək bu bizə bu kitab haqqında bu cədvəl haqqında bir məlumat verir ya yox. Yəni bu cədvəlləri də öyrəşməyimiz əslində çox yaxşı olar ki, bunu öyrənək, bunu burada verim. Görək ki, bu iki danıya verdik. Görək bunlar buna nə deyəcəklər. Kitaba baxaq da onlar da işlərini görsünlər. Səfəni davam edirik. Yenə burada bir əlyazma görürük. Ulduz edər dərdi dilimdə Həzrəti Osman. Burada da o cür bir şeylərdən görürük. Çox ciddi cədvəllər var və burada bu cədvəllərə bax. Heyifdir bu cədvəldən əks salıb verməmək. Çox belə heyifdir. Bu kitabdan beləsi bir əks salaq verək və bunu da verək bura, bunun da üstündə bir işləsinlər. Tamam, gedək bundan da bu birisi kitabdan da bunu görək icazə versə, bu məmulən icazə vermir, çox əks göndərək, amma əgər icazə versə, bunu da göndərək bu kitabın bu əkslərindən bizə bir məlumat versələr, çox yaxşı olar. Kitabı davam edirik, çox gözəl bir kitabdır. Bəlkə biz baş tapmayaq, o başqa bir sözdür, oxuya bilək, oxuya bilməyək, amma geçmişdə bizim atalarımız, babalarımız belə bir şeylərlə məşğul olmuşlar, elm olaraq bu günləri indi daha bunlar məsələn göylərdə, əlbəttə bu günləri işlənir, yəni bu günləri internetdə doludur, Kanada da doludur, tamamən bu fala baxanlar, filanlar, bəhmanlar bunlar doludur. Onu demirəm ki, düzdür, qələtdir, onu əsla danışmıram. Əncüməni Daniş adında burada bir şey yazıbdır, cəlibdir, kitabın sonunda belə bir şey var ki, bunu oxuya bilərik ən azından. Burada da bir tarixlər yazıbdır, pənşənbə, yedişənbə, çərşənbə, belə bir şeylər və ədədlər. Yedişənbə, cuma, salı, cuma ertəsi, çərşənbə, yedişənbə, pənşənbə, bazar ertəsi. Və bunların hərəsində bir tarix qoyubdur. 1250, burada 1200-lərdə, hamısı 1200-lərdir. Onun üçün bizim dərdimizdə əzay əncüməni daniş, əzay daxiliyyə, əzay daxiliyyə. Baxın, əncüməni danişdə kimlər görək var bu? O tarixdə, hardadır? Əncüməni daniş calibdir. Bunu mən yazım ki, əvvəl oxuyaq görək ki, bu əncüməni daniş nəymiş? Zat vala Həzrət Sədarət Pənahi. Bu kimdir? Mustafa Rəşid Paşa, Məhəmməd Rəşid Paşa, Fuad Paşa, Yusuf Kamil Paşa, Sami Paşa, Suduridən Rüşdü Əfəndi, Suduridən Rüşdü Əfəndi, Zivər Əfəndi, Nureddin bəy, Sübhi bəy, Əmin Əfəndi, Fəriq Ədhəm Paşa,
Fəriq Dərviş Paşa, Məkkə payəlülərindən Osman Saib Əfəndi, Salih Əfəndi, Mirlü Ənvəriddin Paşa, Vəqe Nivis Əhməd Cudət Əfəndi, Müdərrisinidən Şaki Əfəndi, Təbriz Şəhbəndəri Əhməd Hilmi Əfəndi. Bu Təbriz Şəhbəndəri nə deməkdir? Bu çox cəlibdir. İndi dahı kimdir? Yəni mən burada gərək beləsi oxuyaydım əslində, bir dana oxuyaydım. Əslində beləsi oxuyaydım. Yəni bir də Rəis əvvəli Suduruddin Şərif məsələ Əhməd Əfəndi. Molla Əfəndi, Şərif deyil. Rəis sani təxir. Bunu mən çevirim ki, buranı oxuya bilim. Əslində mən qələt oxumuşam deyə bilərəm. Rəis əvvəl Suduruddin Şərif Molla Əfəndi, Rəis sani Xeyrullah Əfəndi. Bunlar rəis əvvəl, rəis dovam, ikinci rəis, birinci rəis, ikinci rəis kitabı gələk bizə. Gərək belə oxuyaydım. Yazıydıq ki, Zat-ı Valای Həzrət Sədarət Pənahi, Zat-ı Valay Həzrət Müstəhpənahi, Müştəpənahi belə bir şeydir. İndi hər halda bu tərəfki adları oxuduq. Arif Hikmət bəy Əfəndi, Əli, bunu buradan əks salım. Bu da cəlibdir. Çünki sənətdir. Bu bir çox ciddi sənətdir. O dövrdə əncüməndə mən bu səfəni fəqət verim. Bunu da elə verim, neynəyəcəkdir ki, bizə buradan biraz məlumat versə yaxşı olar. Tamam. Bu üçüncü səfədir ki, bu kitabdan veririk bura, bizə bir məlumat versin. Görər, elə bu şey eləsə bizi görər. Burada adları da Arif Hikmət bəy Əfəndi, Əli Qalib Paşa, Rəfət Paşa, İsmail Paşa, Əncüməni Danişin adamların diqqət buyurun. İsmail Paşa, Sudur özü bir mərkəz olacaqdır. Ya sədridə, yəni rəislərdən, Suduridən Təhsin bəy, Suduridən Hesam Əfəndi, Əhməd Cəlal bəy, Ləbib Əfəndi, Əhməd Vəfiq Əfəndi, Rəcai Əfəndi, Fəriq İbrahim Paşa, Məkkə payəlülərindən İlyas Əfəndi. Bunlar elə o birisi tərəfdə də gərək beləsi oxusaydıq düz gələcəkdir. Fəriqlərlə gəlir, hər kəsənin öz şeyi müqabili ilə gəlir. Kəmal Əfəndi, Məvalidən Əziz Əfəndi, Tahir bəy, Məvalidən Əli Fəthi Əfəndi, Müdərrisinidən Hüseyn Nazim Əfəndi, Darül Müəllimin Farsi Xacəsi Tofiq Əfəndi. Diqqət buyursaz, burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Yəni üst-üstə 38 dana əncüməni danişin adamı var və hamısı vəzir, vükəla və ustadlar, böyük insanlar. Bunlar elmi daniş mərkəzinin orada o zaman, indi bu kitabın tarixini də tapa bilsək çox gözəl olar, amma tapa bilsək, çünki mən bu kitab hər yeri tarixdir. Necə tapacağım onu bilmirəm. Burada Təmmuz, Ağustos, Eylül, Təşrin sani, Kanun əvvəl, Kanun sani, Şubat, Cədvəli, Huma, Buldan, Təqiyyəddin. Təqiyyəddin belə bir şey yazıbdır. Şəhərlərin içində. Burada da yenə bir yazı görürük. Süleymaniyyə möhrün görürük. Çox ciddi cədvəllərlə qarşıyıq. Bunun çox olduğuna görə, kitab çox səhifəsi olduğuna görə bundan keçirəm. Sürətlə. Burada da türkcələri görürük. Eylül, yəni september. Belə bir şeydir, elə bir. Burada da şeir kimi yazılıbdır. Bəlkə də şeiridir. Salixuk. Çün gəlir salixuk olur xəstə,
mir و əyani şəhri peyvəstə padişahlar əralərinə xilaf vaqe olub çox olə cəng و məsaf. Tamam, görürsünüz ki, şeir şeklində belə bir şeylər orada burada ki eləyə bilibdi, yazıbdı. Çox gözəl cədvəlləri var, yazıları da əlbəttə əvvəllərdə ərəbcə idi, sonralar türkcə olur. Çox ciddi cədvəlləri var. Təəssüflə biz də bu cədvəllərdən bir şey anlamırıq. Anlayanların deyərlər xoş halına, çünki eləyə bilirlər buradan bir faydalar da götürürlər bəlkə. Kitabın sonunda Bismillahirrahmanirrahim cədvəl əhkam külliyi tali əla təriq icmal. Burada şeyi yazıbdır, amma burada bəlkə bir tarix ala bilərəm, ona görə buna biraz baxın. Elhamdülillahi zil izzi vel əla, zil səltənəti vel qudreti vel bəha, bari'il bəraya, aləmil xəfaya, bil icba xəfaya, cəbbarul ərz və səma və nüsəlli əla rəsulihi bəşirən və nəzirən və əla alihi və əshabihi məfatih duca və nücum əflakil huda və bəd. فیضی فضل ربانی و لطف بی نهایت یزدانی birlə تاریخ هجرتی خورشید تابان آسمان رسالت علیه افضل الصلات və əkməl təhiyyatun 1148-ci məsələ. Pəs bu kitab ki nə idi? Tarix özü yazdığı üçün daha ehtiyacı yoxdur. Deyir ki əkməl təhiyyatun 1148-ci sənəsin zilqədəsinin Sənəyi 1148-ci Hicri qəməri zilqədəsinin bəhəsəb rüyəti 7-ci seşənbə günü tulu aftab aləmtabidən 5 saat 12 dəqiqə mururində məsnəddişini fələki çarrum. Diqqət, bu çox mühümdür. Yəni o zaman saat var, dəqiqə var, hər şeyi hesablayıblar. Əlbəttə ki çox öncələr hətta əgər səhv eləmirsəm Osmanlıdan çox öncə Səlcuqlular dövrəsində təqvimi mühasibə eləyəndə, hesablayanda orada saat, saniyə, saat, dəqiqə, saniyə hamısı mühasibə olubdur. İlin təhvil olmağına şey eləyiblər, mühasibə eləyiblər. Biz orada saatdan söhbət gedirsə və sorular saatda gəlirsə, yəni düzəlirsə və onu görsədirsə saat, bu çox ciddi bir məsələdir. Dedi ki, aləmtabidən 5 saat 12 dəqiqə mururində məsnəddişin fələk çarrum olan Nəyyir Əzəm, yəni xurşid aləm muhazi nöqtə etidal rəbiyyə, yəni burc həməlün əvvəl saniyəsinə təhvil edib. Yevm məzbur Novruz sultani behtitasar və əvvəl fəsl bəhar olur. Haqq subhanəhu və teala kafi müminin və ami müvəhhidin mübarək və meymun və xuzəstə və humayun eylə. Ələl xüsus Həzrət Padişahı Fələkbarcah Səyyar Sipah Sultan Asaf Vəzir Xaqan Cəmşid Sərir Hədiqi اشجار دولت روزی ازهار سلطنت آفتاب چرخ جلال اختر سعد اوج اقبال مدبر چارجاه زفر تاجربای کسرا و قیصر حامی اسلام و دین ذلی حضرت رب العالمین خورشید تاج و بهرام سولت رحل زحل قدر و مشتری فتنت جیتی جوشای فلک سریر ملک آرای کشورگیر خادم الحرمین شریفین خاقان البرین و البحرین مولا ملوک العرب و العجم محیی مراسم العدل بین الامم السلطان ابن السلطان الغازی محمود خان ابن سلطان مصطفی خان ابن سلطان محمد خان. Çağı burada yazaq. Çağ çox mühümdür. Bu kitabın dəqiqən tarixini çıxadacaqdır.
Sultan Məhmud xan qəri ilə bunu yazıb, qalanların qırmızı. İbn Sultan Mustafa xan ibn Sultan Məhəmməd xan. Bu bizə çox köməklik eləyəcək, kitab oxuyaq. لا زال لواء عدله منشورة إلى يوم النشور وعسكره مؤيدا ومنصورا إلى يوم ينفخ في الصور آمين یا مجیب السائلین. ضمیری منیری مهر تنویر ارباب فضل و عرفان عیاندر که مهری فن نجوم حرکت اجرام اسیریه و اوضاع و تشکیلات فلکیه و مواضع کواکب و سهامات و مواقع تسیرات و انتهاءات امتزاجاتی مقتضا سنجه her sal Fərrux Fal üçün bir qaç kəlmə əhkam istixrac edə gəlmişlərdir. Binaən əlazalkə bu həqir bir miqdar və zərri xaksar rəisi münəczimin dərgah Ali Əhməd bəndələri Əhməd yazar kimdir? Rəisi münəczimin dərgah, rəisi münəczimin dərgah Ali Əhməd بندلری دخی طالع سال خیر معالی به محاسبه زید جدید Gürcani buruci Gürcan da gedir Teymurilər dövrünə. Çünki onların adı ilə nəsə zic gəlir. Buruci munqəlibədən səratan bürcü bülməqlə bizzənni və təxmin la bil ilmi vəl yəqin. Deyir ki, baxın, mən bunu zənn və təxmin ilə deyirəm. Nəinki dəqiqən elmin var. Bir də برج بلمغلب بالظن و تخمین لا بالعلم و الیقین احکامی یعنی مطمئن %100 değilim احکام سعادت انجام سال همایون فال 4 فصل üzere تحریر edip پایی سریر اعلای عرضه قلوز ümiddir ki mütezemmin saadet iqbal olan delail احکام پرده برانداز منصه şuhud ola amin ya mü'in şuru'i fi ahkam. Burada görürük ki, belə bir şey, bu bəqiyyətü əhkam davam edir. Bu səfələrdən bu üzə bəqiyyətül əhkam, buradan bu üzə yazılar görürük ki, o şeydən çıxır. Əlbəttə ondan sonra gəlir, yenə cədvəllərə yetişir. Çox əcib cədvəllər var burada. Bu cədvəllərdən bir dana əks beləsi salsaq bizə bir yenə də olmadı. Bu əks heyif oldu. Kitab çox şey olacaqdı, yəni. Tamam, bundan tazaşdan bir əks salsaq. Bundan tazaşdan bir əks salsaq bizə yaxşı bir mövqeyiyyət verər ki, tamam, bu çox yekətmişdik, bunu bağlayaq. Yenə də bunu verək, PDF-ə göndərək bura, görək ki, bu da bu günləri bu kitaba çoxlu əkslər veririk. Biz hala 162-ci səhvədə, əlbəttə kitab qutarır üst-üstə. Yetişdik bura əhkamlar, surətül xusufil külli, surətül xusuf əhkam, belə bir şeylər və kitabın da dedik, tarixi tapdıq da, bu da çox, kitabı bir də qeydib oxumayacağım, çünki mənim oxumağa savadım yetişmədi bunu. Elə bu qədər görər bu günləri bu kitabdan. Fəqət indi burada biraz əkslər verdik bu şeyə, PDF Cimnaya, görək bu Cimnay bu əkslərə görə bizə bir məlumat verir yoxsa yox. Birinci əks. Göndərdiyiniz şəkil böyük bir elmi xəzinədir. Bu görüntü dəqiqən bir zic nucum cədvəli və ixtiyarat əlyazmanın içində olan təxəssüsü bir səhifədir. Burada bir neçə önəmli nüqtə var ki, sizin araşdırmanıza kömək edə bilər. Coğrafi üfüq və şəhrilər.
Sağdakı səhifənin yuxarısına diqqət yetirsəniz, qırmızı mürəkkəb ilə böyük şəhərlərin adı yazılıb. Bu şəhərlər təqvimin və nücum hesablamaların hansı məntəqəyə görə olduğunu göstərir. O şəhərlər arasında bunlar oxunur. Sən'a, Yəməndə, Cəddə və Mədinə, Hicazda, Yənbə, Əl-Əqəbə, Əl-Xəlil, Trablos və Tunis, Ədirnə və Qüstəntəniyə, İstanbul. Ədirnə və Qüstəntəniyə adlarının gəlməsi bu nüsxənin Osmanlı hövzəsində və böyük ehtimalla 857 Hicri İstanbul fəthi ilindən sonra yazıldığını sübut edir. Əl-Kazuruniyə ilə əlaqəsi, cədvəlin içəriyi. Bu cədvəllər əbcəd rəqəmləri ilə doludur. Bu da kəvakibin səyyarələrin, dərə dəqiqələri, kəvakibin dərə dəqiqələri və hər günün ixtiyarat hesabı göstərilib. Mətnidə səd uğurlu, nəhs uğursuz saatlara işarə olunur ki, o dövrün siyasi və ictimai işlərində bu hesablamalar əsas idi. Xətt və kağız özəlliyi. Xətt klasik nəsr xəttidir ki, elmi və nücum mətnləri üçün çox səlis və oxunaqlı yazılıb, qırmızı və qara mürəkkəblərin işlənməsi, cədvəlbəndi Osmanlı saray kitabxanalarındakı nüsxələrin özəllikləridir. Dil, cədvəllərin başlıqları ərəbcə olsa da, əgər haşiyələrə və ya öncəki səhifələrdə izahat varsa, böyük ehtimalla əski türkcə, Osmanlıca elədir. Bu nüsxə Sultan Məhəmməd Fatih dövrünün elmi səviyyəsini göstərən önəmli bir sənəddir. Sizin bu, əlbəttə burada biz tarixi aldıq da, 1147-də bu, 48-də yazılıbdır. Yəni Sultan Məhəmməd dövründə yazılmayıbdır ehtimalən. Bu nüsxə, əlbəttə bu şeyi də axtardıq, yəni dedik ki, ixtiyarat o dövrünküdür, amma bu ehtimalən nüsxə, tarix nüsxə yazım ki, mən bəlli olsun, nüsxə. Bu 1148-də yazılıbdır, yoxsa biz bunu adından bildik ki, o dövrdə yazılıbdır. Dil, cədvəllərin başqa ərəbcə olsa da o tamam. Bu nüsxə Sultan Məhəmməd Fatih dövrünün elmi səviyyəsini göstərən önəmli bir sənəddir. Sizin bu 500 nüsxə arasında tapdığınız bu əsər həm tarixdə, həm də nücum elmi baxımından müstəsna bir dəyərə malikdir. Aya bu səfədən öncə ya da sonra kitabın nüsxə özəllikləri, katib adı və ya tarixi göstərən bir fərcan kölükün varmı? Bu səhifəyə baxıb görək. Bu ikinci şəkil tamamlayıcı və çox dəyərli bir sənədi meydana qoyur. Burada biz yalnız bir nücum təqvimi yox, bəlkə türkcə irfani və elmi nəsri bir yerdə görürük. Bu nüsxə nadir bir cünc və ya elmi məcmuədir ki, Osmanlı saray mədəniyyətinin məhsuludur. Səfədəki önəmli özəlliklər bunlardır. Türkcə mətn və tarix. Sağdakı səhifənin sağ yuxarı küncündə qırmızı və qara mürəkkəb ilə yazılan hissə açıq aydın əski türkcə Osmanlıca mətn görünür. Burada Sultan Məhəmməd xan ibn Sultan Murad xan adı çəkilir. Mətndə bunlar oxunur. Biz də oxuduq Sultan Məhmud xan ibn Sultan, bunu yazarıq əlbəttə. Bu kitab buna təqdim olunubdur. Çəkilir. Mətndə bunlar oxunur. Padişahı Qazi Sultan Məhəmməd xan ibn Sultan Murad xan əleyhümər-rəhmə və rizvan həzrətlərinin. Mən bura baxmamışdım, amma burada ola bilər ki, belə bir şey olmuş olsun. Mən baxmamışam ona. Amma biz burada oxuduq ki, kitab buna təqdim olubdur. Bunu indi yazarıq, aşağıda görərik nə deyir. Qiblənuma və Kəbə təsviri. Sağ səfənin aşağısında dairəvi bir şəklin içində Kəbə görünür. Onun ətrafında müxtəlif şəhərlərin adları yazılıb ki, hər şəhərin Kəbəyə nisbət hansı zaviyədə olduğunu göstərir. Bu, o dövrün miqat və təvqid elminin nə qədər inkişaf etdiyini göstərir. Dairəvi cədvəllər dairə-i kəvakib. Yuxarıdakı böyük dairələr səyyarələrin və borcların vəziyyətidir. Bu dairələrin içindəki yazılar ehtimalən nücum-ı əhkam və ya zikirlərlə bağlıdır.
burada həndəsə və sənətin elmi mətnlə necə birləşdiyini görürük. Çox ciddi bunu deyibdi, mən də bunu anlıram. Aylar və günlərin cədvəli. Sol səhifənin aşağısında qəmər aylarının adlarını görürük. Məhərrəm, Səfər, Rəbiül Əvvəl, Rəbiül Axir, Cəmadül Əvvəl, Cəmadül Axir, Rəcəb, Şəban, Ramazan, Şəvval, Zilqədə, Zilhəccə. Aşağıda isə həftənin günləri şənbə, döşənbə yazılıb. Burada cümə gününün altındakı rəqəmləri və cədvəlin tərkibi o ilin təqvimini bəlli etmək üçün önəmlidir. İxtiyarat-ül Kazuruniyə ilə əlaqəsi. Bu səfələr göstərir ki, sizin əlinizdə olan nüsxə sadə bir kitab yox, bəlkə bir şahanə təqvim, kalendrium regium və ya elmi bir dairətül məarifdir. Əl-Kazuruninin İxtiyarat kitabı burada elmi bir şəkilə salınıbdır ki, padişah və saray əhli ondan günlük istifadə edə bilsinlər. Tövsiyə. Sol səhifənin sol haşiyəsindəki yazılar, əmudi yazılanlar çox önəmlidir. Onlarda ehtimalən nüsxənin katibi və ya bu təqvimin hansı il üçün hazırlandığı qeyd olunub. Bu nüsxə sizin o 500 ildir, tamam buradan da geçək, bu birisi kitaba baxaq, görək ki, şeirdə nə deyir. Bu üçüncü şəkil sizin araşdırmanızda çox önəmli bir dönüş nöqtəsidir. Burada biz Osmanlı elmi tarixinin iki müxtəlif dövrünün bir yerdə toplandığı görürük. Bu şəkil əlinizdəki məcmuənin kimliyi haqda dəyərli bilgilər verir. Əncüməni Daniş sağ səfhədə böyük kəlmələrlə Əncüməni Daniş yazılıb. Bu, Osmanlı dövrünün 1851-ci miladi ildə tənzimat dövründə, tənzimat olacaqdır bu, tənzimat dövrünə qurduğu ilk elmi akademidir. Burada əzai daxiliyyə, daxili üzvlər siyahəsi var ki, arasında o dövrün məşhur dövlət adamları və alimlərinin adı keçir. Mustafa Rəşid Paşa, Məhəmməd Əmin Ali Paşa, Fuad Paşa və Əhməd Cövdət Paşa kimi şəxsiyyətlər. Bu səhifə göstərir ki, sizin baxdığınız bu cünc və ya məcmuə 19-cu əsrin ortalarında ya yenidən tərtib olunub və ya o dövrün elmi fəaliyyətlərin bir parçası kimi cildlənib. Süleymaniyyə kitabxanasının möhrü. Tamam. Bu da cədvəllərdə nə mənə burada belə bir şeylər yazıbdır. 1217, 19 falan bunlar günlər yazılıb ki, bu da 1800-cü milli illərinə falan. Zət və köhnə əlaqə nəticə. Son burada baxaq. Bu şəkil sizin araşdırdığınız İxtiyarat-ül Kazuruniyyə kitabının elmi və tətbiqi hissəsini çox aydın bir şəkildə nişan verir. Burada bir təqvimi tam, kamil təqvim ilə üz-üzəyik ki, Osmanlı sarayında günlük işləri tənzim etmək üçün hazırlanıb. Bu səfənin önəmli nöqtələri bunlardır. Dəqiq tarix 1149-cu hicri il. Səfənin yuxarısında orta hissədə 1149 sənə yazılıb. Bu tarix Sultan Əvvəl Məhmud dövrünə Osmanlı İmparatorluğunun Lalə dövründən sonraki illərinə təsadüf edir. Bu onu göstərir ki, Əl-Kazuruninin əsli mətni ki, Sultan Məhəmməd Fatih dövrünə aid idi, 100 illər boyu Osmanlı sarayında yenidən güncəllənib və istifadə olunub. Aylar və günlər. Sağ səhifə Zilhəccə şərifə ayına aiddir. Sol səhifə Məhərrəm Həl-Həram 1149 ayına, yəni yeni ilin başlanğıcına aiddir. Hər iki səhifədə həftənin günləri cümə, şənbə, yekşənbə və müqabilində o günün nücumi vəziyyəti qeyd olunub. İxtiyarat sütunu, türkcə mətn. Ən maraqlı hissə sağ və solda olan böyük sütunlardır ki, başlığı İxtiyarat yazılıb. Bu hissələrdə əski türkcə ilə o gün üçün uğurlu səd və uğursuz nəhs, məczur işlər sıralanıb. Nümunə üçün bunlar oxunur. Tələb-i hacət bir istəyi istəmək. Ticarət və hərəki alış-veriş və yola çıxmaq. İmarət və ziraət, tikinti və əkinçilik. Şərab, dava, dərman içmək. Təzvic və nikah, evlənmək.
Əl-Mövsim və Nucum hadisələr. Tamam, bunları gördük və burada bizə biraz ittilaat verdi kitabın haqqında, amma biz də gördük bunları. Məncə bu qədər yetər bu günləri. Biz bu günləri əslində yenə də 4 kitabla tanış olduq. Onu oxumaq olar. İlla ki 3-4 saat adam o kitabın üstündə işləməlidir, vərəq vurmalıdır, qələt oxumalıdır, təzəşdən qeydib oxumalıdır. Hər dəfə ki qeydib oxuyacaqdır, onu düzəldəcəkdir. Bu onun yoludur. İkinci Divanə Ətayini açdıq, çünki qabaqcan bunu görmüşdük, oxumadıq. Üçüncü İxtiyaratul Kazuruniyə adlı bir kitabı açdıq. Bu kitab çox önəmli bir kitabdır və zahirən əcram-ı səmavi üçündür filandır, bu cür bir şeylər üçündür. Şeyx Əli ibn Məhəmməd Əl-Kazuruni bunu Sultan Məhəmməd Fatih dövründə yazıbdır. Bu nüsxə ki bizim əlimizdə vardı, bu 1148-də yazılıbdır. Sultan Məhmud Xan ibn Sultan Mustafa Xan ibn Sultan Məhəmməd Xana təqdim olunubdur. Biz bunu görək ki, bunu əgər tapsaq bizə çox yaxşı olar. Sultan Məhmud Xan ibn Sultan Mustafa Xan ibn Sultan Məhəmməd Xan. Sultan Məhəmməd Xan Həzrətləri haqqında bir məlumat versə çox yaxşı olar. Əlbəttə mən fikir edirəm ki, Sultan Məhmud haqqında bir məlumat almışdıq. Bu ad sizin son şəkildə göndərdiyiniz 1149 Hicri ilinin padişahı olan, pəs 1149, burada 1108-i gördük ki yazılıbdır, olan Sultan 1-ci Məhmud. Sultan 1-ci Məhmud. Sultan Məhmud Xan ibn Sultan Mustafa 2-ci Mustafa'nın Sultan Məhəmməd 4-cü Məhəmməd məruf bir avcı Məhəmmədin oğlu. Bu padişahın dövrü 1143 ilə 1168 Hicri Osmanlı elmi və kitabxanaçılıq tarixində bir qızıl dövr sayılır. Pəs bunun haqqında izafi bir məlumat verməyibdir. Hər halda bildik ki, bu 1-ci Sultan və o da tarix 1148-ci ildə. Bu kitab, əlbəttə bu kitab sonralar da, bu kitab ki biz oxuyuruq, bu sonralar ola bilər. Bəlkə də elə Sultan Məhəmmədin dedi öz dövründə yox, elə o dövrdə ola bilər. O da təqvimə baxsaq, biz 1447-ci il deyik, bundan çıxsaq 1148-i. Bu kitab hüdudən 300 il bundan öncə bu kitab 300 il öncə bu kitab əlyazma olubdur. O zaman 300 il bundan qabaq akademi səviyyəsində 40 nəfərlik bir əncüməni elmi ilə qarşı-qarşıyaymışıq. Beləymiş ki, o zamanlar qızıl dövr və elmi dövrü hesab olurmuş və indi bizim təəssüflə Güney Azərbaycanda özəlliklə bir dənə cəmiyyətimiz yoxdur ki, onda 50 nəfər alim bir yerdə oturub bir qonuda danışa bilərlər, ya bir qonuda nəinki danışa bilərlər, araşdırma yaparlar və milləti və siyasiləri aydınladalar. Allaha şükür olsun, bu günləri belə bir kitablarla tanış olduq. Özəlliklə bu tarix baxımından mənə çox-çox önəmli idi. Allah ömür verirsə bir ay